Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla Allah'a şükür olsun ki bu günü de bize kısmet eyledi. Gözümüzü yaşama açtık ve bir günü de toprağın üzerinde ama insan kimi yaşamaya çalıştık. İnsan kimi yaşamağın bir parçası budur ki cəhalət mühəndislərinin keçən il 200-250 ildə yaratdığı cəhalət dünyasından xilas olub özün tapmaq insanlıq dünyasına getməkdir. Biz indi cahillik dünyasından insanlıq dünyasına getmək üçün ehtiyacımız var ki, aydaq nəslimizin türklər, müsəlmanlar yazdıqları əl yazma kitabları heç olmasa oxuyaq, onlarla tanış olaq. Bu kitablar bilirsiniz ki, hər bir kitab konusu nə olursa olsun, o insanın, yazarın və o toplumun düşüncəsidir. Həm də düşüncənin qaymağıdır. Qeymağıdır. Bu qaymaq ki, südün üzündə olar, bu südün içindən çıxar ora. Ziyalılar, yazarlar, düşünürlər də toplumun içindən çıxarlar üstə. Və bunların bir azı, hamısı yox, bir azı düşüncələrin toplumdan aldıqları, ziyalılardan aldıqları, təxəssüslərindən, uzmanlıqlarının aldıqları sonuçları gətirərlər kitab boyutuna, kitab eləyərək topluma verərlər ki, bu daha çox yayılsın. Və biz keçən 250 ildə bunun qarşısında durublar. Qoymayıblar biz görək ki, toplumumuzda nəymiş. Onun üçün o şey ki, farsda deyirlər توسعه درون ساختاری یا درون سوزی یا درون سازی, yəni ki, millət öz içindən gərək inkişafı üçün yol açaydı. Ayrı bir yerin, ayrı bir toplumun, ayrı bir dilin, ayrı bir baxışın, ayrı bir fəlsəfənin, ayrı bir anlayışın, ayrı bir təcrübənin, ayrı bir dinin, ayrı bir coğrafiyanın təcrübəsi, işi hər coğrafiyaya yaramaz. İşdə verməz. Bunun üçün ki, şey olsun, hər toplum özü öz yolunu tapmalıdır. Öz düşüncəsinə görə tapmalıdır. İndi dünyaya batılı deyə bir inkişaf yolu, hamıya bir, yəni hamı bir yol gedir. Dünyada ayrı yolları getmək yoxdur. İnkişaf sadəcə batılılar getdiyi hesab olur. Ondan sonra bir ayrı bir yol yoxdur ki, deyək, inkişaf bunda da ola bilər. Və bu nədəndir? O cəhalət mühəndisliyi deyir ki, ayrı yol yoxdur. Sadəcə bir yol var, o da məni təqlid eləyəcəksən, mən getdiyim yolu gedəcəksən, mən dediyim kimi gedəcəksən, mənə çevriləcəksən, mən olacaqsan, mən olandan sonra da ki, nə özünsən, nə mənsən, ondan sonra da avara sərgərdan qalacaqsan. Biz indi müsəlmanlar olaraq, türklər olaraq keçən 250 ildə bu aşamadayıq. Nə özümüzük, nə düşmənimizük. İkimizin ortasında deyirəm müsəlmanam, türkəm, amma nə türkəm, nə müsəlmanam. Deyirəm batılıyam, fulana, amma nə batılıyam, nə də ki bir şey. Yəni bunun üçün avaracor qalmışıq. Danışanda batıdan danışırıq, davrananda fulanla davranırıq. Bu bizi buna və nə batının təxəssüsün, dünya görüşünə sahib, nə özümüzü. Dedim, avarı qalmışıq. Bunun üçün qeйтməliyik və cəhalət mühəndisləri yaradan zindandan çıxıb öz millətimizin tarix boyu yaratdığı uyğarlıqlara, təməddünlərə, mədəniyyətlərə girməklə, onlarla tanış olmaqla düşməndən uzaqlaşıb özümüzə qayıtmaq məsələsi var. Bu anlamda deyil ki, biz qeydiruq tarixə, tarixdə yaşayaq.
bu anlamdadır ki, özümüzün düşüncələrimizlə tanış olaq, milli düşüncəmiz, milli hafizəmiz, milli duyğularımız, milli dövlətçiliyimiz, milli yaradıcılığımız, milli teknoloji sahib olduğumuzu anlayaq, xatırlayaq və deyək ki, tamam, bizim əgər dədələrimiz o çətin şəraitdə bunu yaratmışmışlar, biz niyə yarada bilməyək ki? Bunu deyə ayağa qalxaq və gələn dünyanı yaradaq. Dünyada bir yol yoxdur. Ağa, niyə bizə deyirlər ki, fəqət tövsəə dünyada ya inkişaf, fəqət bir yol var, o da batılığa gedən yol. Əcəba xoşbəxtliyə fəqət bir yol varmı? Başqa bir yol yoxmu? Ya bizi pullular və güclülər kanalizə elirlər, itəlirlər bir yola ki, bu yolla getsəz xoşbəxtsiz, bu yolla getməsəz xoşbəxt deyilsiniz. Cəlibdir, yəni dünyada indi feylən bir yol var xoşbəxtliyə, o da batılılaşmaq. Və mümkündür 100 ildən sonra, 200 ildən sonra görək ki, hətta bir dənə atom savaşı düşəndən sonra görək ki, əslən bu xoşbəxtlik deyilmiş, bu bədbəxtlik imiş, gedirmiş o qabağa. Geçən 100 ildə, 250 ildə insanlar, mən indi batıda işləyirəm, işləyəndə görürdüm. İndi az işləyirəm, əlbəttə işləyəndə də az olur. Amma işlədiyim zaman da görürdüm. İnsanın özünə, İranda da əlbəttə belə olubdur. Yəni müsəlmanlar da belə olubdur, türklər də belə olub, fərqi yoxdur. İnsanın özü ilə bir xəlvət eləyə, bir düşünə, bir mütaliə eləyə, bir fikir işinə girə, zamanı yoxdur. Görmür ki, saatı 16-17 dolara Kanadada işləməyə məcburdur. Ər-arvad ya qız oğlan, ikisi də işləməsə bir evin kirayəsini verib orada yaşa. Ən aşağı səviyyədə yaşamağı belə başarmayacaqlar. 16-17 min nəfər Torontoda maşında yatır, yəni ev kirayə eləyə bilmir. Qəhvəxanaların tuvaletlərində, zadlarında kağızdan istadırlar, palçadan, tərküyünətdən zaddan istadırlar, bədənlərini biraz yuyurlar, məsələn, o cürsü gedirlər iş üstə. Yəni, adamlar bu vəziyyətdə keçinirlər. Vaxt yoxdur, zaman yoxdur. Adamlar yaşamları ilə qarınlarını dolduramırlar. Nə işləyirlər, hamısı gedir telefon puluna, internet puluna, ev kirayəsinə, ona, buna, özlərinə bir şey qalmır ki. Vaxt eləyərlər, deyirlər, tamam, indi mən bir işdə olurdum. Hər kəsdən soruşam, adımın anlamı nədir? Deyirəm ki, adın da anlamı olar. Bəzisi ki, biraz çox anlayışa yetişib, deyir ki, dədəmlə nənəm, məsələn, filan kəsin adını qatıblar, belə eləyiblər. Amma mənası nədir, bilmirəm. Batıda bir təxəssüs, yəni Batı bizim tərsimizə ki, keçən 250 ildə başladılar bunu, müsəlmanların başına bu oyun gətirlər, xüsusən özəlliklə 1-ci Dünya Savaşından sonra bizim başımıza bu oyunu gətirdilər. Bizim toplumlarımızda hər şey bəllidir. Məsələn, deyək ki, bir başda şah var idi. Bir idarə adamlar var idi, vəzirdən, vəkildən filandan var idi, bunun əlinin altında idilər, işləyirdilər. İdarə adamlar. Bir məsələn, alimlər var idi, şairlər var idi, nə bilim, din alimləri var idi, uzmanlar var idi, müxtəlif sahədə, tibb olsun, mühəndislik olsun, hər nədə o sahələrdə uzmanlar var idi. Ondan sonra gəlirdi aşağıya, bazar var idi, tacirlər var idi, dükanlar var idi. Hər şey bəlli idi, yəni. Aşağı gələndə xan var idi, ərbab var idi, bunun bir-iki dənə adamı var idi. Hər kəs bilirdi kimlə nə cür eləyəcəkdi. O zaman ki, gəldilər, bunların hamısını yerləri xanların əlindən aldılar. Verdilər kiçik-kiçik adamlara. Nə qarnın doydu bu kiçik yer.
nə buna yaşam verə bildi. Xan da getdi, adam bilmədi neynəsin. 1-2 il çəkmədi, hamı kətlərdən köçdü. Yəni yer sahibi olmuşdu, gərək qalıydı kətdə, amma olmadı. Niyə? Çünki amac bu deyildi. Tamam, bu xanın silsilə məratibinin altında adamlar bilir mən hangi eldənəm, hangi tayfanadanam, hangi millətdənəm. Vətənimin anlayışı var idi. Bunu götürdülər. Vətən anlayışı getdi, millət anlayışı getdi. İçinə bir məsələn İran qoydular. İçinə bir keşvər qoydular. İrançılıq və keşvərçılıq düşdü ortaya. Biz özümüzdən çıxdıq. Batı bunu eləmədi. Batı gəldi dedi ki, ağa, bu xan qalsın, getsin, rəisi hizb olsun. Sərmayəni toplasın, sərmayə çevirsin. Yer də əlində qalsın. Yer parçalanmasın falan. Ağa, sənət bir tərəfə getdi, yer sahibi bir tərəfdən oldu, o birisi təxəssüslər də gəldi. İndi də vardı, bunu modern elədilər. Dedilər, ağa, o şey ki təbəqə idi, hər yerdə var idi, həm İranda var idi, həm orada var idi. Bu təbəqə neynəsin? Laysensləşsin. Laysens deyək, yəni kağız üstünə gəlsin. Kim bura girə bilər, gərək bu dövrələri keçə, bu pulu xərcləyə, bu qədər ömür qoya, girə bu təbəqəyə. Məsələn, diş həkimliyinə bir belə dərs oxuyacaq, girəcək bura. Amma əgər bunun yarısını oxusa, bunun diş həkiminin əlinin altında işləyəcək. Heç vaxt diş həkiminin təbəqəsinə girə bilməyəcəkdir. Bu əgər dadqüstləri ya ədliyyə vəkilidir, bir belə dərs oxuyacaq, vəkil olacaq. Amma biri yaz az oxuya, gələcək bunun əlinin altında işləyəcəkdir. O bu təbəqəyə girə bilməz. Hər yerə də sendika deyə bir şey düzəltdilər. Bu sendikanın özünün, ya bu, məsələn, deyək ki, döktürlərin bir dana var idi, sendika deyək, mərkəz, nə deyək buna, association deyək, nə deyirsiniz deyək. Bir mərkəz düzəltdilər. Burada, məsələn, biri jurnalistdir, biri filandır. Buna girmək üçün siz gərək bir işlər görəsiniz. Eləyə bilməzsiniz öz başı. Elə hər kəs başını sala gələk əşayi deyə mən jurnalistəm, ya mən mühəndisəm, mən döktürəm, mən nə bilim, məsələn, filan karıyım. Heç zada icazə yoxdur. Məmuli karıgər olmağa, sendika üzvü olmasına heç zada olmaz. Onlar bunu saxladılar, çevirdilər sistemə. Sistem bunun içində gedir. O başdakı desə etisab eləyək, amma etisab eləyəcək. O başdakı desə ki, yox, etisab eləməyək, amma da etisab eləməyəcək. Yəni sistemə çevirdilər. Qabaqcan xan idi, lord idi, nə idi, indi bir də beləsi oldu. Mütəəssifanə bunların hamısını bizim əlimizdən aldılar. Bizə heç zat vermədilər buna qarşı. Biz nə o yox, nə bu yox. Yəni özümüzü toğlamayaq. İndi bunlardan çıxmaq üçün təhcə yol budur ki, qeydaq öz millətimizin, öz mədəniyyətimizin, öz uyğarlığımızın hər cüşəsi ilə tanış olaq. Bu tanışlıq bizi özümüzə gətirəcək. Amma geçicaqda qalıb yaşamayacaq. Biz istəmirik ki, Həzrəti Məhəmməd dövründə, ya Osmanlı dövründə, ya Səfəvi dövründə yaşayaq. Biz istəyirik gələcəyi düzəldək, amma özümüzü bilək, dilimizi bilək, tariximizi bilək. Bilək ki, bizim dədələrimiz bu cür deyil ki, Avropalılar sənət, texnoloji yaradıblar, bizimkilər yox, yaratmayıblar. Bizimkilər də yaradıblar. Amma bizimkilər üçün Birinci Dünya Savaşında şikəst yiyiblər, tamam bu karxanaların möhrünün yerini açıblar, aparıblar. Bizi də boşlu şikəst yiyəni boşlu salarlar da, boşlu salıblar. İllər boyu başımızın üstündə də bir adamlar qoyublar. Hamısı xaindir, onların işlərini işləyirlər. Fərq eləməz, bu Türkiyə olsun, İran olsun ki, İran elə həmandır yenə Türk torpağıdır. Ya
Azərbaycan Cumhuriyyəti olsun, ya üslər olsun, tamam bu Çindən tutmuş Hindistandan, bunların hamısı bir düşmənin adamları bunlar da idarə edir. Və biz düşmənin idarə elədiyi, yaratdığı kitabları, mədrəsələri, danışqahları keçirdərək, oxuyaraq və keçirdərək ötürük ki, adam olaq, toplum olaq, inkişaf eləyək, amma olmur. 100 ildir heç zada çevrilməyib bu millətlər. Və indi də 100 ildən öncədən dalıdılar ki, qabaq deyirlər. İndi gələk görək ki, bugünkü kitab bizi hangi kitab şansımıza çıxır və bizi hara aparır. Dünənləri bu kitabı oxumağa çalışdıq ki, dedilər, yazmışdılar üstündə Hacı Murad Bəğdadi. Amma oxuduq, gördük kitabın sonunda deyir ki, Əl-Məcmə. Özü bunu bir kitabın adı dedi, Məcmə, yəni cami. Və 1109'da bu kitabın yazısı tamam olubdu. Bu kitab əslində mənim zehnimə gələn yazarın adı Veysidir. Veysi Sultan Əhməd Xan İbni Məhəmməd Xan dövründə yaşayan bir adamdır. Siyasi düşüncəsi var. Özü elə əvvəl müqəddəmədə deyir ki, mən bunu yazdım, dostlar istəsələr, o yazımı da yazmışam, qoymuşam orada görə bilərlər. Yəni, aça da bilirəm, buradan oxuyaq. Əvvəl müqəddəməsində deyir ki, buradan açım, oxuyaq. Əvvəl müqəddəməsində deyir ki, جویبار شمشیر سلاطین عدل آیینی ile روی زمینی لالزار امن و امان ایلدی و şəb çırağış şükr و sibas ol tacbəxş şahan cahan olan sultan qəbidan, bilmirəm qəbidan nə mənədir, cənabının pirayi əkli təmcidi ola ki, cövhər tiq cəhangir muluk ilə həmişə islahi məzac kainat etdi. İslah üçün özdə çalışır, deyir ki, şah da islah elədi. Ləməani şəmşiri şəriəti ilə aləmdən zülməti küfr fəsadı gedib. Burada bir şey. Gör ahan əshab-ı şəqavət anlə. Burada bir şey yazmışam, qələt yazmışam hətmən, çünki oxuya bilmədim. Gedib ahan əshab-ı şəqavət anlə rahi müstəqimə mühtədi oldular. Veysi, yəni Əbdülfəqir bu həvadis-i aləm-i fəsadi, diqqət buyurun, buradan oxuyacaqdım əslində. Veysi, yəni Əbdülfəqir bu həvadis-i aləm-i fəsadi mülahizə qıldıqca, deyir ki, toplumda görür ki, hər şey fasid olub, indiki İran kimi, hər şey bir-birinə qatışıb, heç düz deyil. Mülahizə qıldıqca və əsnai təfəkkürdə dəryayı mal-xuluyaya, gedib də təxəyyülə. Mal-xuluya burada təxəllüldür. Təxəyyülə taldıqca, nə qədər ki gedibdir, böyle cövhərkeşi, silki qəna olub, fikr edərdim ki, indi fikr nə elərdim? Fikr edərdim ki, bu əyyamidə aya padişahımız, şəhənşahi, məlik barcahımız, fələk barcahımız, Sultan ibn Sultan, Əs-Sultan Əhməd Xan ibn Məhəmməd Xan, ey əbbədəllah Teala izzəhu və şəddə əsası səltənətəhu və şəyyədə həzrətlərinin rikabinə yüz sürüb. Deyir ki, mənə bu imkan olaydı ki, onun rikabinə, onun xidmətində olaydım, yüz sürüb. Bilavasitə, vəsətdə bir adamlar olmayaraq, səadət mükalimələrini nail olaydım. Yaxud gahi təfəqqüd əhval füqəra üçün təğyir tori padişahi etməklə cəşd cüzar şəhri bazar edərkən bari rast gələydim. Yenə deyir ki, heç olmasa bir bari, yəni heç olmasa bari rast gələydim və mütəqafilanə xitab edib əhval pərişan oldu ya olaydı və əşqiya təəddisi kəmalım buleydi deyəydim. Aha, tamam, buradan deyəydim, nə deyəydim? Və zəmi fasidim üzərə və öz xiyalım ki, özü də deyir fasiddir, tədbiri islahi məmləkətə mütəəlliq neçə müqəddəmat tərzidəydim. Necə bu məmləkəti islah eləmək üçün tədbir yəni rahu rəviş deyək, farsça desək, yol yöntəm tədbiri islahi məmləkətə mütəəlliq
neçə müqəddəmat ərz eləyəydim. Özücü tənqidi baxır da. Deyir bu əfkar pərişan bir gecə cuşənişin zaviyə mehnət idim. Və hala gedir yuxuda görürdü. İndi buradan bu bizə getir yuxuya. Əslində bu kitabda bir dənə proje yazır adam. Xiyali amma. İstir bunu aparsın versin şaha. Axırda deyir ki qələm sındı da. Yəni şah öldü. Bir dənə oturur 67 səhifədə bir dənə tərhi təhqiqatı, araşdırma bir tərhi yazır, araşdırma bir xəritəsi çəkir ki, mən istəyirəm insanlıq tarixində bu qonuya beləsi baxam gələ. Özü də axırda yazır ki, çox xülasə yazmışam, bunun təfsilatı məndədir. Mən yenə elə bunları da burada yatırmışam ki, yazmışam ki, nə deyir? Deyir ki, gedərək cəvahir-i kəlam bu səmtə isar olundu ki, padişahlar aləmin qəlbidir. Qəlbi ki müstəqim, yox bura deyildi. Biraz gedəcəkdi. Bu adam əslində bir dənə proje yazır, istəyir bu projeni apara verə sultana, amma sultan da cavan 27 yaşında qətlə yetirir və bu da kitab qalır. Əslində bu böyük bir təhqiqata araşdırma bir kitab imiş. Heyf olsun ki, yaza bilməyibdi. Mən indi görürüm ki, əcəba bunun o son sətrini də oxuya bilsəm, tapa bilsəm, özüm yazdığımı tapamıram ki, harda yazmışam. Kitabın özünü açsaydım, bundan tez oxumuşdum ha. Tamam. Hər halda bu sonda kitabın sonunda deyir ki, bu kitabı yazmışam, mən bu kitabın hər şeyini, bunları ki yazmışam, bunu müfəssəl vəziyyətdə bilirəm. Şah əmr eləsin, mənə bu imkanı yaratsın ki, mən bunları yazam. Mütəəssifanə olmur. Mənim nəzərimə iki dənə burada məsələdir. Bir bu iki, bir dənə bu kitab bizə görsədir. Əvvələn bu kitab türkcədir. İkinci düz yazıdır, üçüncü çox gözəl sadə yazıdır, dördüncü çox xülasə yazıdır. Beşinci bir dənə araşdırmanın, uzun 10 cildlik araşdırmanın mövzusun, qonusun təxəyyül olaraq şahla, şah ki cavandır, 27 yaşı var öləndə, indi şahlığa da çıxanda hududən məsələn bəlkə 18-19 yaşı var, bilmirəm neçə yaşı var. Deyək ki, bu arada da, yəni ölən zamanlarda bu kitabı yazıb qutarıbdır. Bu o zaman yazıbdır. Bu cavan, təcrübəsiz şahı qoyur bir dənə İskəndər Zülqərneyn adında bir adamın qarşısına ki, İskəndər bilirsiniz, Məqduni həman şeydir, bu dünyanı alıbdır, bir böyük imperatorluq yaradıbdır, çoxlu hakimiyyətləri aradan aparıbdır, bir çox hakimiyyətləri qurubdur, dövlətləri yıxıbdır, dövlət qurubdur, insanları çox zülm eləyibdir, çox zülmüdən qutarıbdır, yəni savaşıbdır da, yəni adam öldürübdür. Bu iki dənanı qoyur bir-birindən siyasəti bəhs eləsinlər, danışsınlar. Yəni o şey ki, siyasətnamə deyirlər İranda, bu kitabda onun projesini görürük. Amma kitabın özünü oxuyanda onu anlarıq. Yəni bu kişinin, bu yazarın, bu düşünürün düşüncəsi nədir, onu anlarıq. Amma onun cüz'iyyatın, detaylın, içinin içəriliyində nələr var, onları yazmayıbdır. Onları şey olacaqdır. Hər halda çox ciddi bir kitabdır. Bir cəhətdən təxəyyülüdür. Çünki iki dənə, bir dənə 27 yaşında sultanla, bir dənə neçə illik ömr eləmiş Zülqərneyni, İskəndər Zülqərneyni qoyur bir-birinin qarşısına. Bunlar bir-birlərini orada münazirə edirlər. Bir tərəfdən bu xiyalidir, bir tərəfdən münazirədir. Gəndə xiyalidir. Bir tərəfdən elmidir, çox xülasə tarixə girir. Tarixə Həzrəti Adəmdən başlayır. Osmanlının sonunda qutarır. Yəni Osmanlının bu padişahın dövründə qutarır. Şəhsən bəhs də budur. Yəni başlayanda Osmanlının dövrü ilə başlayır ki, bu nə durumdur?
Yəni bəhs buradan başlayır. Yəni o zaman ki bu ikisi gətirir bir-birinin qarşısına, Cavanşahla İskəndər Zülqərneyn gəlirlər bir-birinə qarşıya. İskəndər Qərneyn elə birinci də həmlə edir Cavanşahın üstünə ki bu nə vəziyyətdir? Deyir şah da qızardı, saraldı, dedim də cavab verə bilməyəcəkdi filan Bəhman. Sonra cavab verir və cavabında uzaldır. Ondan sonra da o başlayır kitabın bir çoxunda o şeydir. Hər halda bu dünənki kitab idi. Çox istədim deyəm, çox adı da burada iştibah yazıblar. Hacı Muradi Bəğdadi. Axirdə bir 7 səhifə şeir var. Türkcə, farsca şeirlərdən ibarət orada bir şey var. Orada Hacı Murad Bəğdadinin adı neçə yerdə gəlibdi ki, onun haqqında ya o şeir deyibdi. Amma kitabın bir çoxu 67 neçə səhifəsi fəqət o siyasi tarixin siyasi analizidir. Siyasət elmidir. Siyasət deyil. Siyasət elmi haqqında danışmaq istəyir. Ya desək ki, cami-şinasi siyasətdir və siyasət mədarlardır. Çox cəlib, yəni bir əcib bir kitabdır. Mütəəssifانə bizə bunu qoymayıblar. Bizə bunu hətta əqəl qoysaydılar, indicə bunun üstündən 100 dana buna döktürə təzyiq falan gələrdi üstünə bir dünya. Biz gedərdik qabağa. İndi bugünkü kitabı açaq. Bugünkü kitabın adı, mən gəldim burada, gördüm yazıb ki, Çənd Mənzume-i Türki. Bunu açdım. Görək ki, nədir? Yazıb ki, bu 85 səhifədir. Seyyid Nəməniye Əşrəfüddin Seyyid Əşrəfüddin Hüseyni 87-yə 7 min neçə 187-də onu bilmirik. Kitabın əvvəl hər cələsəsi kimi əvvəl baxaq bu kitabın durumuna görə kitab çox əpriyibdir, çox dağılıbdır, köhnəlibdir, əpriyibdir, kamilən çifsiyibdir hər yeri, tökülübdür cildinə belə baxanda görürük ki, cildi tökülür. Ondan sonra bu İran məclisində saxlanır. İran məclisindəki gəldi, yəni bilirik ki, səfəsi çoxdur. Çünki İran kitabxanasında xəsisdilər, eləyə bilmirlər ki, PDF ki müftədir, onun məsələn hər səfəsində bir səfə qoysunlar. Bir səfəsinə 4 səfə yetişdirirlər, ya yerləşdirirlər, bəzən 2 səfə yerləşdirirlər əlbəttə. Hər halda kitabı görürük, ölçüblər, açıblar, içəridən istəyirlər ölçələr 20-32 səhifə, yəni hər səhifə 16, eni 16 səhifədir hər səhifənin. Boyu nə qədərdir? Boyu da 21 səhifə, 21 santimetr. Kitab İran İslami Şura Məclisi kitabxanasında ya bitik evində saxlanır. Adına da baxsaq burada əlbəttə qeydəndə baxarıq. Burada möhürləri də görürük. Kitabın içəridə cırılıq səhifələrində görürük. Burada bir şeydir, səhifələri götürübdür, çeviribdir o üzbüyüzə. Kitabın səhifəsinin aradan getməyini görürük. Bu yazı yaşıl, burada bir şeydir qoyublar üstünə. Fərmayış-ı Nuzəhur-i İstanbul. Cəlibdir, bunu baxarıq, görürük nədir? Burada bir dana da bir şah əksi var, nəzərə gəlir ki, bu deyirdilər bizə ki, bu Qacarın şeyidir, armıdır. Amma zahirən əgər bu İstanbulda olsa, onun bir ayrı mənisi olacaqdır ki, mənim fikrimə yaxındır. Kitabın burada Bismillahirrahmanirrahim ilə başlayıbdır, şeiridir. Dediği kimi, mən burada indi bunu istəyəm ki, şey eləyəm, gərək gələm əvvələ. Əvvəldən beləsi vuram. Bəli, hər səfədə 4 səfə gətiribdir. Mən hər səfə ki vururam geçsin qabağa 4 səfə. Yəni 85-i çalacı yox, 4-ə 350 səfiyə yaxın kitabla qarşı-qarşı yox. Yəni burada görürsünüz hər səhifədə 4 dana şeylə. Burada bir şeir qurtarır. Gələcəkdə baxarıq görürük tarix zət var ya yox. Hər PDF-in səhifəsində 4 dana səhifə şey qoyublar. Burada 3 səhifəni görürük ki, düz yazıdır. Amma nə tür yazıdır o biraz şeydir.
Buradan bu yüz əlbəttə ki, də düz yazıdır. Burada da bir də əlamətlər çəkiblər, filanlar çəkiblər, yazıblar. Çox əcib bir şeylərdir. Nədir? Nə anlama gəlir? Onları da bilmirik. Dediyim kimi bu kitabı gərək mən dəqiq bunu şey eləsəm, çünki bəzən bu dəyildi. 85-i çalsaq 4-ə 340 səhifə dəqiqən bu kitabın əlbəttə dəqiqən deməyək, çünki məsələn neçə səhifəsi cildidir da əvvəldə. Onlar da hesab olur. Ya bəzi səhifələrdən 2-dən 3-dən. Gördüyünüz kimi gözəl bir xətt ilə yazılıb insafən. Bəlkə bunun bəzi yerlərini oxuya bilərəm, bəzi yerlərini oxuya bilmərəm. Sətirlər arası yaxşı yazılıbdır, kəlmələr arası yaxşı yazılıbdır. Bəzi səhifələrdə əlbəttə bir-birinin qarnına girib sözlər, bəzi səhifələrdə çox gözəl şey olubdur, açıqlıq yazılıbdır. Çoxu şeiridir, amma bəzi yerdə görürük ki, yəni qoşmadır, şeir dediyimiz qoşmadır türkçə, amma bəzi yerdə görürük ki, şey də yazıblar, nəsr də yazıblar. Gəlibdir bu yerdə, bura məsələn indi olur 63-cü, bunu zərbilə sıxdım, 250 səhifə deyək, 250-ci səhifədə gəlib Bismillah deyə bir qonu başlayır ki, umaram gələk buradan görək ki, bu kimdir, bu kimin şeiridir ya nədir. Yenə də bunun ortasında bir nəxşələr çəkiblər, bir şeylər yazıblar və bir düz yazma da bir səhifədə görürük. Sonra yenə haza kitab, bir ayrı kitab başlayıbdır. Bu da məsələn 280-ci səhifələrdə bir kitab başlayıbdır. O da cəlibdir, baxarıq. Kitabın hər halda baxıb görürük ki, burada düz yazmadır ya lüğətdir ehtimal verirəm. Buradan bu yüzəsi lüğət olacaqdır. Bəli, buradan bu yüzə lüğətdirlər və kitabın sonuna gəldik. 85-də diqqət edeyim, qutarır, amma aşağı ağdır. Bu da fəqət bir dənə şey qutardı getdi. Qeydaq gələk əvvəllə görək ki, bu kitab nə deyir? Baxın, əvvəldən görək neçə səhifə. Kitabın adın yazıbdır ki, Çənd Mənzumeyi Türki. Kitabın adı beləsi olmaz, amma deyiblər, mən də yazıram burada. Çənd Mənzumeyi Türki 85 85 çarpı 4 440 oldu. 340 oldu. 340 buna səhifə qoyublar. Əvvəldə bu bir səhifə 1-dir. Burada təkrar olduğu üçün bunu nəzərdə tutmamalıyıq. 1 tutmalıyıq elə. Bu 2 səhifə. Bu da təkrar olduğu üçün. Əlbəttə təkrar olmayıb, içində ayrı şey var. Bunu elə gələk 4 səhifə tutaq. Yəni 2 səhifə burada, 1 səhifədə, 2 səhifədə axırda 4 səhifə buradan çıxsaq 2 300 məsələn 36 səhifəlik bir kitabla qarşı-qarşıyıq. İndi gələk görək ki, burada nə yazıbdır və biz bunu yekəldək görək ki, nə cürdür. Bu məclisin əvvəldə yazıb ki, Məcmui Çənd Mənzumeyi Türki və Farsi. Burada bir Farsi də yazıb məclis. Bunu da yazaq görək ki, nədir? Şumarə qəfəsəsi 18626-dır. Şumarə kitabın səbt olması 209-791-dir. Bu cildidə bir şey yazılıbdır, amma bunun üstünə kağız yapışdıqları üçün biz görmürük ki, burada nə yazılıbdır. Kağız yapışdırıblar bunun üstünə, görsənmir, təəssüflə. Bu tərəfdə görək nə yazılıb? Vafiyə fi həllil kafiyə. Kitabın adı budur. Vafiyəyi fi həllil kafiyə min təsnifati Molla Muhammed Ömər Əl-Hənəfiyyə ya Əl-Hənəfiyyə olacaq deyiləmi. Pəs kitabın əsl, əgər bu olsa, bunun adı Vafiyə fi həllil kafiyyəti min təsnifati Molla Muhammed Ömər Əl-Hənəfiyyə. 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 Molla Muhammed Ömər Əl-Hənə
Molla Muhammed Öməril Xəlifə Hənəfiyyə. Ehtimalən Öməri Əl-Hənəfiyyə. Mən beləsi oxudum Əl-Hənifiyyə. Hənifiyyə. Məzərət istəyirəm. Hənifiyyə. Tamam. Burada belə bir şey yazıbdır. Burada yenə məclisin möhürünü vurublar. Bilirsiniz, İranda belə bir mərəzçilik vardı. Kitabın hər yerinə möhür vururlar. Təəssüfənə burada görürsünüz, bu yazı qalıb kağızın arxasında. Bunu bir ayrı yerə yapışdıra bilərdilər. Ehtiyacı da bu yekağda yox idi. Burada bir cıqqılı belə qoyub yaza bilərdilər. Ehtiyacı yoxdur bu yekağda eləyirlər, bu kitabın üstünə yapışdırırlar. Çünki bunun təsbihi belə bu kitaba zərər verə bilər. Buradan görsənir ki, arxada bir dənə də ayrı yaşıl kağız vardı. Burada maşallah. Tamam. Bir cəhəti. Bunun əlbəttə üstədə bir şey yazmışdı. Burasına baxaq. Bu kağızın iki yüzü var. Birinci yüzünə baxaq. Bu yaşıl kağız ki, bu kitabın içində varmış. Ona baxaq. Görürsünüz, kitabın dövrəsində yazıblar. Uşaqzat yazıbdır. Fərmayişi Nozuhuri İstanbul. Cəhəti Elbusi əhali dövləti əbədi. Cəhət Elbus. Ehtimalən Elbus yəni əlifba üçün. Cəhət Elbus əhali dövləti əbəd müddəti padişah aləm pənah qaim məqam mülk Süleyman və fərman fərmayı külli məmaliki məhrusi İran. Aha. Külli məmaliki məhrusi İran. Axı burada İstanbul bə necür oldu? Fərmayişi Nozəhuri İstanbul. Mən dediyim olacaqdır. Mənim fərziyyəm düzdür. Cəhəti Elbusi əhali dövləti əbəd müddəti padişah aləm pənahi qaim məqami Məlik Süleyman və fərman fərmayı külli məmaliki məhrusi İran از کارخانه افوت و نظرت مرادیان و گونه mübarək nəmənə 1299. Əlbəttə bu illəri kodutu olub. Əgər bu düz olsa 1299, bu il kodutu olubdur İranda. Belə bir şey arxası nədir? Becəhəti dəvam dövləti padişah alim pənah və fərmanfərmayı məmalik məhrusi İran və məlbus ilə əhli ya və məlbus ehtimalən və məlbus əhali an az karxanə قومیانیه ریگلر نوظهور و مخترع bir برکت للبایع و المشترisi 1285. Bu ildə 1285-də məclis qurulur. Amma mən burada nədi qəziyyə bunu baş tapmadım. Fərmayişi Nozuhuri İstanbul. Mənim fərziyyəm nədir? Mənim fərziyyəm budur ki, İran deyəndə ya Səfəvi deyəndə bir dövlət müstəqil yoxdur. Hər vaxt Osmanlı zəifləyəndə bu dövləti Səfəviyyə falan bunlar biraz ayaq üstə qalxa biliblər. Biraz güclənəndə şey olublar. Amma nədir qəziyyə? Osmanlının torpaqları özləri müstəqillidirlər. Bir vergi verirlər ora ya da vermirlər. Amma vardılar. Yəni onun ayağı altındadılar. Çünki o məqtədə sərhəd deyə bir şey yoxdur. Mərzi deyə, suğuru hudud deyə bir şey yoxdur. Çəkilməyibdir ki. Bunlar Birinci Dünya Savaşından və xüsus özəlliklə İkinci Dünya Savaşından sonra bu mərzilər çəkilibdir. Mərz yox idi. Polis yox idi mərzidə. Simxardar yox idi. Adam dururdu səhər buradan məsələn keçirdi, İstanbula gedirdi ya, İstanbuldan gəlir gedirdi, məsələn Bakıya gedirdi. Heç kəs burada polis yox, bir şey yox, məmləkət bir idi yəni. Dil də bir, şey də bir, hər şey də bir, yəni hətta bilcə olmasa gedirdilər insanlar, yəni bunlara fərq eləmirdi. Hər halda Osmanlı ilə Səfəvi necə ki o birisləri ilə savaşıblar, rəqabət çox idi. Kim güclüdür, o biləxərə qalacaq idi.
Savaşlarda Osmanlı və Səfəvi də savaşıbdı. Səfəvi sınıbdı, təslim olubdu. Şərait üzündə Osmanlının şəraitini qəbul edibdi. Osmanlı icazə verib ki, qalsın onun şeyinin altında. O gündən də bu günə sülh sınmayıb bunların arasında. Yəni bu məmalik-i məhrusə-i İran dediyimiz yerinə sınmayıbdı. Hər kəslə də savaşıbdı. Bəzən məsələn biraz gücləşiblər, gedib filan yeri alıbdı, yenə Səfəvi, yenə o gəlib alıbdı. Yəni Osmanlı gəlib alıbdı. Bu görüntü yox, zoru çatmaz, yenə qeyd etdi, oturub yerinə. Səfəvi olsun, ya Nadir Şah dövrü olsun, ya Qacar dövrü olsun, bunların hamısında mənim nəzərimə, onun üçün də siz görürsünüz ki, məsələn mən videolarını da qoyuram, dostlar da qoyurlar, sağ olsunlar. Görürsünüz ki, məsələn Osmanlının qoşunundan film var. Məsələn, Allah rəhmət eləsin Sultan Əbdülhamidin qoşunundan, bayraqlarından, topundan, tüfəngindən filanından film var, kitab var, yazı var, əksi var filan, görsənir hamısı. Amma siz bunları görmürsünüz şeydən. Məsələn, Səfəviyyədən bu yüzəyi görmürsünüz. Niyə görmürsünüz? Çünki qoşunu haqqı yoxdur, özünün qoşunu olsun çox. Özünün içəridə əmniyyəti saxlamaq üçün bir qoşunlar, məsələn, qoşun da deyiləsin, məsələn, Osmanlıya baxır, ordudur. Yəni, rəsmən adamların dərəcəsi var, paltarı var, başmaq, ayaqqabıları bəllidir. Hər şey bəllidir, yəni, dərəcələr, hər şeylər bəllidir. Paltar, hamı bir cür paltar ki, yəni, ordu dediyimiz yer. Hər ordunun da, məsələn, özünün bayrağı var. Dəniz gücləri, nə bilim, at gücü, nə bilim, topxana gücü, filan hamısının da, yəni, bunların hamısının hər kəsin özündə bayrağı vardı o şeyin. Siz bunu İranda görmürsünüz. Nə Səfəviyyədə görürsünüz, nə Qacarda görürsünüz, nə Nadir Şah dövründə görürsünüz, nə heç birisində görmürsünüz. Niyə? Çünki bunun fəqət haqqı var idi. Hər eyalətin içində, İran deyilən bir yer var idi. Onun hər eyalətin içində öz məhəlli hakimlər şey eləyərlər. Bir silahlı gücləri olan, öz məhəlli gücü ilə, imkanları ilə. Onun üçün görürsünüz, ordu yoxdur. Məsələn, ermənilər gəlirlər, qətlam edirlər. Qacarın ordusu yoxdur, Osmanlının ordusu gəlir. Çünki Qacar siyasi bir deyək, xudmuxtar, bugünkü şey dedsək, indiki misal vursaq, Rusiyanın içində, indiki Rusiya vardı, Putin də bunun başında deyim, bunun içində 10 dana, 11 dana fəqət Türk Cumhuriyyəti var. Ki, cumhuridirlər, yəni özləri bir dana cumhur, amma iç olaraq idarə edirlər, dünya ilə bunların işləri ola bilməz. İç olaraq polisləri var, amma eləyə bilməzlər, orduları olsun. Eləyə bilməzlər, məsələn, bunların, məsələn deyirəm, bilmirəm, varlardı, yox, məsələn, international, yəni heç olmasa Rusiyanın hər yerində bahları olsun. Bu haqqları olmaz. Amma ola bilər öz içlərində bahları olar, bancıları olar. Məsələn, öz dillərindən əlavə Rus dilin gərək oxuyarlar. Gərək oxuyarlar. Amma buna deyirlər xudmuxtardır. Məsələn, Naxçıvan xudmuxtardır. Azərbaycan torpağından da, amma o xudmuxtardır. Ya, indi geçsək şeyin, Türkiyənin içinə. Türkiyə bir siyasi məmləkətdir. Həm də tazadır. 100 il, ömrü 100 il. 105 il yax. Bunun içində 81 dana iyalət var. İl var. Düzdür, bunların başın şey açır. Yəni, hər ilin başkanın mərkəzdən atırlar. Amma seçilmə də var. Millət tərəfindən seçilməsi də var. Yəni, bunlar, mən bilmirəm, kamil bu sistemi bilmədiyim üçün çox da buna girməyim. Burada onun üçün görsəniz ki, Fərmayış-ı Navzuhur İstanbuldan bir dəstur gəlibdir. Yəni, görürsünüz ki, İstanbulda məclis düzəlir, baxın, məclis.
Bizə hey deyiblər ki, ağa məclisi sifarətdən şey eləyiblər. Ağa sifarətdən çıxanlar, İngilistan sifarətindən çıxan adamlar ki, deyirlər orada gediblər, nahar yeyiblər, şam yeyiblər, nə bilim filan eləyiblər, örgə. Onlar çıxıblar ədalətxana istəyiblər də, istədikləri budur. Və Müzəffəreddin Şahın yazdığı da ədalətxana və şurayı məşvərətdir. Məşrutə deyil. Məşrutəni əslində Məhəmməd Əli Şah veribdi ki, düşmənlər gördülər bu yaxçı işləyəcəkdi, onu bidir elədilər, işdən salsınlar, göndərdilər Rusiyaya. O da 2 dəfə qeyitmaq üçün savaşa girdi, amma məğlub oldu tərəfdarları. Niyə? Çünki ordu yox idi ki. Ordu yox idi. O zaman İngilislər bir tərəfdə, nəməni cünub, jandarmeli cünub, Ruslar da bir tərəfdə qəzzaq düzəldirdilər. Və bu Kodita gücü də qəzzaqlarıdır. Küllən bunların da biləm 3000 nəfər nə qədər cəmiyyəti var idi. Küllən Qacarın sonunda ki, Rza Şah gəlir üstə deyir, ordu yaradıbdı. 3000 nəfər gücü var idi. O paltarları da bir dəyildi, filan da bir dəyildi. Çünki dövlətin gəliri yox idi, saxlaya bilmirdi. Fəqir bir məmləkət idi. Onun üçün məclis görürük ki, Osmanlıda qurulur, burada da qurulur. Orada nə olur, burada da olur. Çünki ora nənədir, dədədir, əslidir. Bunlar onun kölgəsidir. Kölgə onu göstərəcəkdir. Hər halda mənim düşüncəm budur və bu kitabda da mən belə bu yazıda da bunu görürəm əslində. Yenə becəhəti dəvam dövləti padişah aləmpənah və fərmanfərmay məmalik məhrusi İran və məlbus ehtimalən əhali an az karxanə qumtaniyə rəliklər burada şey cırılıbdı, kamil də bilmirəm ki, bu qutaniyaliklər nozuhur və müxtəri bir bərkətalilbayi və müştəri sənəyə 1200. Nə deməkdir bilmirəm. Ehtimalən bir dənə agəhidir, bir dənə kitab üçün beləsi şey olubdur. Hər halda kitabın burada nömrəsini görürük, vurublar, məclis vurubdur. Bismillahirrahmanirrahim və behi nəstin küllü-name-i şərif. Külləname-i şərif. Əslən bu birinci kitabda başdır. Bunun adı yazsaq bir Külləname-i şərif. Qəzadən bir gün ol qeybi niçün? Görək ki, bu şeirlər nədir? İndi buradan başlayaq. Qəzadən bir gün ol eybi niçün çıxıb seyran edərdi dəşt mahun. Nəbi olacaqdı. Qəzadən bir gün ol əmini. Nəmənədə oxuyanmırəm. Çün çıxıb seyran edərdi dəşt mahun. Gəzərkən nacahan Diclə kənari yolu gəzdi görü gəllayə bari. Yolu xədir quri kəllayə bari. Quru bir kəllə adət zərər zəba nə? Cəlibdir bu, oxuya bilmirəm, cəlibdir bu xətti. Əlbəttə şeirin özünü də hələ feylən anlamamışam ki, nədən başlayır. Gəzərkən nacahan Diclə kənarı yoluxdu bir quri kəlləyə bari. Yoluxdu bir quri kəlləyə bari. Yəni ehtimalən yoluxmaq məsələn amar tutmaq kimi bir şeydir. Ya məsələn deyirəm, mən yadıma gələn də, mən dil oxumadığım üçün deyəmirəm. Məsələn, axşam ki qoyun quzu gələrdi, tökülərdi tövləyə, bir nəfər gedərdi, yoluxlardı, görüm hamısı gəlibdi. Məsələn, quzular da gəlib, çəpişlər də gəlib, keçilər də gəlib, təkələr də gəlib, boyunlar da gəlibdi, nə bilim, fulanlar da gəlib ya yox. Ona yoluxma deyərlər. Şimdi amargiriyə də elə bil yoluxma deyirlər elə bil. Yoluxdu bir quru kəllə. Bir quru kəlləyə
bari. Yəni bir dənə kəllə quru cümcümə deyirlər indi. Quru bir kəllə adət dur ziyadə. Nə insana bənzər ol, nə divarı divzadə. Quru bir kəllə adətdir ziyadə. Nə insə bənzər ol, nə divzadə. Çınaq tək, çınaq tək olmuş hər bir göz çınağı. Çanaq tək, çınaq, çanaq. Çınaq tək, çınaq əlbəttə şeyə də deyirlər çınağı. Məsələn, buranın şirəm arxasına da deyirlər çınaq, amma çanaq bir taxtadan belə bir yekə bir qab olardı, çox yekə. Onunla bir şeyləri ölçərlər. Un, buğda ölçərdilər. Adına çanaq deyərdilər. İndi gözü bənzədir ona bənzədir. Çanaq tək olmuş hər bir göz çınağı. Göz yerindən çıxıbdır, göz yoxdur ki, əriyib gedirdi, yerində bir çanaq durubdur bunun. Saf-ı səbqi ki, hər bir qulağı. Sızıf səbqisi ki, hər bir qulağı. Qulağı yoxdur, amma oxuya bilmirəm nədir. Onun hər cuşinə siz baxın ey yar. Onun hər cuşinə siz baxın ey yar. Vətən tutmuş necə mureyliyə həmmar. Vətən tutmuş necə mureyliyə həmmar. Yəni bu gözü, bu qulaqların yeri qalır. Deyir ki, bu bir vətəndir, amma bu vətən tutmuş necə murilə həmmar. Bu bədəndə, bu cümcümənin içində buranı kim vətən eləyib özünə? İlanla qarışqalar. Onun hər cuşinə siz baxın ey yar. Vətən tutmuş necə murilə həmmar. Sümükləri dağılmış şanə şanə. Sümükləri dağılmış şanə şanə. Gələz tutmuş içində aşiyanə. Küləz tutmuş. Küləz nə deməkdir bilmirəm. Küləz tutmuş içində aşiyanə. Çu eybi gördü bunu, qaldı heyran. İsa olacaq. Üstə də ki oxuya bilmədik. Qəzadan bir gün ol İsa'yı nəbi üçün. Çıxıb seyran edərdi dəşt و mahun. Gəzərkən nagəhan Diclə kənarı. Yoluxdu bir quri kəlləyə sarı. Bari. Quru bir kəllə adətdir ziyadə. Nə insə bənzər ol, nə divzadə. Çanaq tək olmuş hər bir göz çınağı. Sızıt səqsi ki hər bir qulağı. O nə deməkdir başlamıram onu. Yəni oxuya bilmirəm ki bu nə deyir. Onun hər cuşinə siz baxın ey yar. Vətən tutmuş necə murilə həmmar. Sümükləri dağılmış şanə şanə. Gözəl tutmuş, küləz tutmuş içində aşiyanə. Küləz bir şey olacaqdır. Bir dənə bir növ quş ola bilər. Çün İsa gördü bunu, qaldı heyran. Çün İsa gördü bunu, qaldı heyran. Limunundur dedi bu ey Rabbi Subhan. Kimunundur, kimindir? Kimunundur dedi bu ey Rabbi Subhan. Təzərrü etdi İsi edər ey şah. Təzərrü etdi İsi ya İsa edər ey şah. Bunun halindən eylə bəni ağah. Edər eydərdir. Eydər yəni dedi, deyər. Təzərrü etdi İsa eydər ey şah. Bunun halündən bəni eylə bəni agah. Bilim tam ki namın. Bilim namın ki bu kəllə kimindir? Gədanındır və yaxud hakimindir.
Ey dad. Mən istirdim ki, bunu biraz yekəldəm. Olub azurdə da olub azurdə və əmrin azurdə dil bir neçə müddət olub azurdə dil bir neçə müddət çəkərdim xəstəlikdən bar zəhmət vücudum eylə ki döndərdi azar vücudum eylə ki döndərdi azar bəni azarına tuş etdi cəbbar bəni azarına tuş etdi cəddar tuş etmək bir nişan gətirmək bir də ki tuş gətirdi yəni qarşı-qarşıya gətirdi rast gətirdi bundan üzbəyüzə gətirdi bəğlədi üstümə ətba-i dövran bəğlədi üstümə ətba-i dövran abidə bilmə dərdimə dərman edə bilmədilər dərdimə dərman aradan 7 gün geçmədi ey şah yeradan bir mələk göndərdi Allah aradan 7 gün geçmədi ey şah yeradan bir mələk göndərdi Allah baş birdir fəəmmə surət əli var başı birdir fəəmmə surət əli var yer əlindən pələngün çəngəli var yer əlindən pələngün çəngəli var gəlib heybət ilə üstümə yetdi ayağımdan çəngəl saldı getdi biridi gəldi çün canım bəlimə biridi gəldi çün canım belimə sınasın çəngəli çaldı dilimə sənasın çəngəli saldı dilimə əlimdən cümlə getdi ixtiyarım üzüldü taqətim səbr qərarım ol saatdən dilim lal oldu ey yar fələk titrədi ahimdən qılıb zar ol vaxtidən 900 il var ol vaxtidən birinə 900 il var hənuz can acısı canimdə bil var hənuz can acısı canimdə bil var bu növ ilə canım çıxdı tənimdən çu pərvaz etdi can mürği tənimdən çıxarıb çölə bu dilər bən həm çıxarıb çölə bu dilər bəni həm çu naxudaylar bu qazimə kəfən həm çu naxudaylar bu qazimə kəfən həm çün taxtilər çıxarıb çölə boydular bəni həm yüdülər bəni həm ölübdür zahirən məsələn çıxarıb çölə yüdülər bəni həm çu taxtılar boğazıma kəfən həm bana xardən etdilər kəfənlər bana xardan etdilər kəfənlər benim halimə ağlar hər gələnlər neçə lığım benim qıldı namazım neçə alim olacaqdı neçə alim
Benim qıldı namazım, yazılmışdı belə alnımda yazım. Yazım alnımda belə yazılmışdı. Bəni apardılar Gürxana üçün. Gürxana həmin qəbristanda. Bəni apardılar Gürxana üçün. Qəmu ardıqca ləşkəri cigəri xun. Qəmu ardımca, qəmu yəni hamı. Qəmu ardımca ləşkəri cigəri xun. Baş açıb baxa bir tubus qarabaş. Bu nədir yazıbdır? Bunu baş tapmadım. Baş açıb baxa bir tubus qarabaş. Hər kəs burada bir adı bir tobi qarabaş qəmu dalimcə göksinə kərda köksünə dükər daş. Qəmu dalimcə köksünə dökər daş. Bəni qəbrə qoyub qayıtdı kəsiri. Qəpusun öründü bir getdi divari. Qəpusun öründü bir getdi divari. Bərkitdi divari. Aha. Bəni qəbrə qoyub qayıtdı kəsiri. Kəsir burada 3 nöqtə ilə deyil, şey iləndir. 3 nöqtəli sın ilə deyil. Ya şeydir. Geri bəlkə də oldu. Qayıtdı geri. Bu olacaqdır. Bəni qəbrə qoyub qayıtdı geri. Qəpusun örtdü bərkitdi divari. Yəni qəbrin üstündə bir deyək ki, divar kimi olurlar. Qapı kimi qoyurlar. Qapı kimi deyil, daşdı belə qoyurlar, onu deyir. Allah rəhmət eləsin. Mən görməmişdim. Bir dədəmin Allahın rəhmətinə gedəndə Allah rəhmət eləsin. Bu günlərdə cümədir. Allah mənim dədəmə rəhmət eləsin. Hamının dədəsinə, mənim də dədəmə rəhmət eləsin inşallah. Dostlar, famillərin bəzisi zəhmət çəkiblər, video çəkiblər, göndəriblər, sağ olsunlar. Sağlığında gedirdilər, görürdülər, film çəkirdilər, göndərirdilər. Allah heç birisinə qəm-kədər verməsin. Öləndən də sonra biraz film götürüblər. Elə bilirəm o filmlərin birində daşçı qoyurlar qəbrin üstə, onu görürəm. O da olmasa zehnimdə rəhmətli Döştü Rza Bərahəni burada qoyulayanda mən yaxından durdum, baxdım. Orada gördüm, bəli, yer qazırlar, sonra adam qoyandan sonra üstünə bir az fasiləyən daş qoyurlar, ya beton qoyurlar, onun üstünə torpaq tökürlər ki, torpaq da üstünə, ölünün üstünə tökülməsin. Əlbəttə, rəhmətli Döştü Rza Bərahənini əmanət deyə torpağa tapşırdılar. Dünənlərdə bir video qoymuşdular, bilmirəm, haradaydı bu, nə cür idi. Yazmışdılar ki, 2 ildir bu uşaq ölübdür, indi gediblər, nəbşi qəbr eləyiblər, uşaq salim idi, elə indi qoyublar, gözləri də açıq idi. Bu da əcibdir, yəni öləndə məmulən gözləri bağladılar, amma onun gözləri də açıq idi. Hər halda. Əvvəla, onlar üçün getdi qaldım ta ki tənha. Onlar üçün getdi qaldım ta ki tənha, səlat birlə bir olan oldu peyda. Səlat birlə bir olan oldu peyda. Ayağım tərəfindən yarıldı tabut, gözümə nagahan göründü bir od. İki odlu mələklər oldu peyda. İki odlu mələklər oldu peyda. Bəni dilxəstəni görfildi rusva. Bəni dilxəstəni gör qıldı rusva. Əlində oynadırdı ol əmudi. Əlində oynadırdı ol əmudi. Xudavəndünün Rəsulün söylə dedi.
Ha, bu getdi şeyə, o deyirlər ki, qəbrin əvvəl günündə şey olacaqdı, ona getdi. Ehtimalə o kəllə də özünün kəlləsidir. Yəni onu istəyir, sonunda onu deyəcəkdi. Nədir rəsuli dedi, iman dinin yaşurmə zahirə itgil küfrikinin. Yaşurmə zahir itgil. Etkil eylə, zahir etgil küfrü kinin. Niyə sən sərfi qıldın gənc malın? Nə vəchilə geçirdin ruzigarın? Nə Rəbbim bilmişəm, nə xud rəsulüm. Onun qorxusundan tutuldu dilim. Başıma çaldı birdəm şul əmudi. Xudavəndin rəsulün söylə dedi. Neçə sifətləri fəhm etmədim kimi. Fəhm etmədin kimi. Özünə dərc edib fəhm etmədiyin kimi. Müqəlliddən müəyyən çərx gərdun. Tökicə gündüzün dolanır ailə gün. Bu gecə gündüzün o t üstünə xətt çəkiblər. Ehtimalən yəni bu izafidir, silinsin. Gecə gündüz dolanır ailə gün. Görüb bunları sən haqq bilmədin ki, Xudaya sən ibadət qılmadın ki. Belə deyib bənə çaldı əmudi. Sənə sıqsı kimi qıldı vücudi. Sınıq saksı gibi qıldı vücudi. Sordilər cəhənnəm sar vardım, oldum. Sordilər cəhənnəm sarı oldum. Bana bu eyş-i işrət oldu matəm. Oldam olacaq. Sordilər cəhənnəm sarı oldum. Bana bu eyş-i işrət oldu matəm. Aparıb saldılar bəni cəhimə. Atamı kəndilər həm qiymə. Ətimi kəsdilər həm qiymə. Yavaş-yavaş şeirin üçün anlayışı ilə tanış oluruq. O, bəzi yerləri ki, oxuya bilmirik, bənzərdirib və oxuyuruq. İlan çiyan gəlib həzrət hər dörd yanım aldı. İlan çiyan gəlib dörd yanım aldı. Bəni öldümdə həm vaya saldı. Bəni ol dəmdə həm vaya saldı. Dövə bəni kimi samar eyləyənlər. Dövə bu boynunu kimi dəvə boynu kimi şahmar ilənlər. Dəvə boynu kimi şahmar ilənlər nə yalvarmaq bilirlər nə əmanlər. Oturdu yerlərin cah dizim üstə. Oturdular bəni cah dizim üstə. Oturdular bəni cah dizim üstə, sürütdülər bəni cah yüzüm üstə. Ki heç kəs görməsin bəni o gündə, 30 arşın səlasəl gərdənimdə. Əridi yürəyim içində yağım, ki heç kəs olmadı bənim dayağım. Tənim bu gənc malimdən nə fəryad. Tənim bu gənc malimdən nə fəryad. Həşəmdən ləşkərimdən yox biri imdad. Yox bir imdad. Mədəd səndəndir imdi ey həbibim. Ki mən biçarəyəm sənsən təbibim. Dəva qıl dərdimə yoxdur əlacım. Ki səndən qeyriyə yox ehtiyacım. Bu duzəxdən bəni sən eylə azad. Gecə gündüz
qılarım bunda fəryad. Eşitdi çünki İsa bu cavabı, edib xofi xətran istirabi. Allahına təzərrü qıldı İsa, bunu bana bağışla padişaha. Kərəm qıl qudrətinlə düz quz ani. Kərəm qıl qudrətinlə durquz ani. Durquz yəni ayağa qalxız. Dirild. Kərəm qıl qudrətinlə durquz ani, ki ma'dum eylə ondan bu ziyani. Sənə laiq onun yoxdur əməli, ki sən sahib kərəmsən ya əzəli. Ki hərçənd etmiş İsə gərçi sərkeş, günahı üzrə anünd bir qələm keş. Günahı üzrə anün bir qələm keş. Bunu nari cəhimidən sən azad et. Anun çün behişt itrə məqam et. Anun üçün sən bir behişt üzrə məqam et. Bənilər qədri əla və əzimində, nəbilər qədri əla və əzimində, duaسی qəbul etdi xudavənd. Duasini qəbul etdi xudavənd. Xilas etdi ani nari cəhimdən, qurtardı cimcüməni bari qəmdən. Suqut oldu ciger suzi ilə fəryad, məqam etdi behişt itrə olub şad. Edib səcdə xudaya şükr qıldı, həmişə verdini haqqı zikr qıldı. Burada qurtardı şeir. İndi oldu verə burada bu şairin adı yazılıbdır. Əgər eləyə bilək oxuyaq bunu. Elhamdülillahi Rabbil aləmin və salatu və selamu alə rəsulihilləzi xəlləqə ruhuhu qəblə xəlqil aləmin 1302'də yazılıbdır. Bu şeir, birinci şeir 1302. İndi burada qıraqda da öldürsə bəni qəmi zamanə, qalsın qərə xatirlərim nişanə. Qərə xatirlərim yəni bu xəttim. Ondan bu şeiri qutarıb. Yəni şeirin axiri budur elə. Öldürsə bəni qəmi zamanə, qalsın qərə xatlərim nişanə. Cəmadül axəri hesabı bərabəri nəminə fi nəminə ehsani haqqi xəmisi oğli. Burada bir şey. Əslan burada bir nəfər yazıbdır ki Əslan cəm Xəmid oğlu ehtimalən Həmid olacaqdır. Ehsan cəm Həmid oğlu Əkrəmi görünmək ya görünən. Hesab bəramə Mahi Rəcəb Hüseyin oğlun nəminə. Bu da orada bir şeylər qıraqda yazıbdır. O şeirə rəbti yoxdur. Bu başqa bir şeydir. Burada qutarır zahirən bu birinci qəsidə idi, hər nə idi. Burada qutardı. İkinci kitab bu birisindən başlayır. Bu tərəfdə də bir şey yazıblar, amma əslisi bu tərəfdən başlayır. Buradan da bir şeir oxuyayım. Görək, çox şey olur. Bismillahirrahmanirrahim. Hamdülillah ki Rabbil aləmin və salatu bər Muhammed əmin. Həmdəxi oların əzvacünün, əzən əshabünün, ətbaünün.
onların əshabının, ətbainin. Dilərəm az xaifi pərverdigar, az xaliqi pərver. Dilərəm az xaliqi pərverdigar, qale məmnun sona tabi yadgar. Sana ta bir yadgar. Nəzmedüm şəhabəni tüccə tamam. Nəzmedüm şəhbəni tüccə tamam. Olmiyə bu nəzmilə səl'ab ilə kiram. Başlamadım. Bazı şeylərini oxuyamirəm. Ey alim و عالمی ربی غنی المعاون ختم ایدم قرآنی المعاون تا ki ختم edum ani. Evvela techiz qılını saniyen dini qəza. بعد از این اخراج زبانی sülsü kümün vesane. Mənə belə bir şey. Təqsim-i Türki eyləxi varisilərə mimma bəqi. Başlamadım. Bunlar nə mənədir? Fəsl fi İbtidai Türketül Meyyit, Tereketül Meyyit. Faslun fi sebebil irs. Bu cür bir şeylerden yazır, şiirdiler zahiren. Gedək o birisi səhifəyə, görək ki, bu səhifə aha. Mən bunları şey eləmişəm, bu yarımçılıq qalıbdı əslində. Çünki bu, məsələn, buradan ki, gəlirik, aşağıdakı səfəni də oxuyuruq, sonra giririk ora. Hər halda belə eləmişik, yəni. Yox, düz oxumuş buranı. Gəldik bu səfəyə və gedək bir səfə, məsələn, çünki fikirəm bu günləri əvvəldə çox danışdım. 1 saat 17 dəqiqədir. Hər 50 səfədən biraz oxuyaq. Burada bir şeyə gəlir, rastlaşırıq. Görək bu nədir? Fikr edərəm haqq ki oldu tamam bi Muhammed salavat və səlam. Bu da üstdə bir şey yazmışım sonra. Əimmi-i haqq ra əimmi-i huda və bar və ərbahi cəmi ənbiya və awliya və zuhad və عباد و مؤمنین و مؤمنات و مسلمین و مسلمات در رسانیده گرداند و با رواهی پدران و مادران باری و شیخان و مشایخ و استادان و معلمان و متکلمان و فروگذشتگان و کافی اهل ایمان و اهل اسلام در رسانیده گرداند. الخصوص ارواحی گذشتگان این cemaat حاضران. Zahirən bu bir yerdə danışıb da onu götürüblər, yazıblar. Mənbərdədir məsələn, danışır, onu götürüblər, yazıblar bura. Burada yazıblar dahi. Çox üzr istəyirəm. Mərislikdən biraz da tez yoruluram, ona görə çox. Kitabda biraz düzünü axtarsanız məni çox çəkmədi özünə. Əvvəldə də biraz çox danışmışam, enerjim gedibdi də yəni. Burada da elə o şey söhbət əziz məlum olunsun ki, əhli Allah demişlərdir ki, suluki rahi irfanidən Həzrəti Yezdanın huzuruna gedən əhli yəqin nas və nəqşindən üzlətgüzin o tərbiyyəti zəifə məzlumidə xəlvətnişin olur və nasidən zahir و batininə bəid olduğu qədər موlasına yəqin olur və دخول خلوتنا شروط و ارکان و اصول و ارادات و مدار و رسولی واردر کی
xəlvət nişin üçün onlar muin و mürşid və munis و قرین olur. اما şuruti xəlvət eyni şuruti rahi یزدانdır ki beyan olunan təsih əqaid imandır və təəllüm təharət و salavat zi şa'nidir və şerla lezzet cihandır. Burada bir şey yazmış ve lezzet cihandır ve teveccühi به درون جهاندür ve marifet hakikat dil و candır. Pes bu şurut erbe'e bölünmedikçe duhul xelvet خطر candır. Ve ama erkan xelvet eyni erkan rah irfandır ki تقلیل طعام و تقلیل منام و تقلیل کلام و عزلت انام و ذکر مدام و فکر تمامdır. پس ارکان سده بلمدکچه دخول خلوت مثال حبس زندانdır و اما اصول خلوت عین اصول مقامات روح انسانdır که بیان olunacak تحصیل توکل و تعویض و صبر و رضای نامدار. پس bu usul ərbəə günlükdə husul bulmadıkça xəlvət məhləkə və haramıdır. Zira ki məhkum sultan vahimə olan talib irfan üçün bir mürşid kamil duxul xəlvət əqlinə ziyanıdır. Çox cəlib bir şeylərə keçdi. Burada irfana keçdi. Mən şeirdən keçdi irfana və irfanın mərhələlərinə istir danışsın. Çox ciddi bir şeydir. Mənim də bu havaridə təəssüflə heç bir şeyim yoxdur. Təcrübəm yoxdur. Kəlmələrin də mənasını bəlkə yanlış düşünərəm. Burada çox gözəl bir xəttinə, nəqqaşi xətti deyə bilirik. Bunlara nəqqaşi xətt deyirlər. Yazılar yazıblar ki این کلام شیخ مولانا شاه حاجی میر یمیز افندی گرباغلو قدس روح العزیز فقری دلا فخر بیل فقری دلا فخر بیل فخری درین فقری بیل فخری درین فقری بیل این مع الاسری بیل چشم علم شیر بیل چشم علم söyr bil kendini baskır bil nefsini laqadr bil taatini vizr bil bu sözü bir üzr bil her gecəni qədr bil her gecəni qədrini bil her görəni xızr bil söyle leyalim ey peser söyle leyalim ey peser hoş olubdur pəndi pöder onunla nədir ki xəbər anla həman olacaq anla ki nədir ki xəbər böyle deyib rahbər var bu yolda hem xətər birliklərdən eylə həzər nə mənədir? Birliklərdən olmaz. Kibirdən eylə həzər kəndini gördü bəsər kəndini görür bibəsər eyləmə eybə nəzər hər gecəni xızr bil hər gecəni qədri bil hər nə dirəm qıl əməl eyləmə gəl در بغل eyləmə tuli əməl kəndini gör pur xəlil qeyrə nəzər et gözəl pənd budur
bی بدل. پند budu bir bی بدل indi dəcül ta əzəl bil rudur ey dili məsəl. Bildirir ey dil məsəl hər gecəsi xızr bil, hər gecəni qədr bil. Ey dil şiri, ey dil şirin zəban, ey dil şirin zəban, söyləmə hərgiz yalan. Bəd diniyə söylə can, bəd deyənə söylə can. Kimsəyə vermə ziyan, eylə libayım xoş bəyan. Eyləyalım, eylə ləyayım xoş bəyan. Eyləyəlim, yəni bahəm. Eyləyəlim xoş bəyan. Taətin ki eylə nəhan. Taətini eylə nəhan. Olma əbəd bədgüman. Olma əbəd bədgüman. Pəndim eşit əl-əman. Hər gecəni həzr bil, hər gecəni qədr bil. Ey dil şirin qəali, eyləmə qil و قال. Ey dil şirin qəmali, ehtimalən qəali qəmali. Eyləmə qil و قال. Eşq ilə ol zövqü al. Gör ki nədir keyf hal. Var bana ver gül zəval. Yüz verə ta ki misal. Söyləyalım bir misal. Eylə ki bu kəmal. Hər gecəni xızr bil, hər gecəni qədr bil. Bunun davamı vardı. Beləsi bir yenə də amuzişdir. Öyrədir, təlim verir ki, nə elə, nə eləmə. Çox uzun, gözəl. Əlbəttə, yavaş-yavaş bu mənim şeyimi çəkdi. Əvvəlki şeir o mənə bir həyəcan verməmişdi, biraz yormuşdu. Amma bu ikinci şeir və o mətn, özəlliklə o mətn məni şey elədi. O vəziyyətdən çıxartdı biraz. Haza kitab-ı baqi guşnamə. Bu da bir ayrı kitabdır. Haza kitab-ı bayquşnamə. Bu da bayquşnamədir. Bismillah. O birisi nə idi onu bilmədim. Amma bu deyək ki, üçüncü. Üçüncü bayquşnamə. Ol Süleyman Nəbi təşrii zaman olmuş idi aləmə hökmran. Hər günü çıxmışdı təxtə məqam. Bir günü çıxmışdı təxtə am. Hökm dərdi xəlqə şər ilə tamam. Ədl içində şur ilə adil dar idi. Cümlə məxluq əmrinə münqad idi. Tamam, bu da Həzrət Süleyman'a görə bir şey yazıbdı. Əlbəttə elə ki, nədir, hüd bir vaxt gəlir, elə bu onun nağılı olacaqdı. Amma biraz yedim o yüzlükdən oxuyayım, görün bir şey baş tapıram. Dedi ki, ey sərvər şahı cahan, kimnin olmuş cümlə aləmə rəvan, Haqq-ı Teala yemaz olmuş ya nəbi, Haqq-ı Teala uymaz olmuş ya nəbi, mən həya edirəm andan hər şəbi. Çün Süleymanın cavabın verdi ol dəxi cavabını qıldı qəbul. Dedi, nə üçün bu buğda yeməzsən ana? Dedi, nə üçün buğda yeməzsən ana? Nə səbəbdəndir bunu söylə bana? Dedi bayquş, ya nəbi budur cavab. Söylərəm vallahu ələm bis-savab. Həzrəti Haqqi Teala cənnəti qıldı tamam. Adəmə çünki tutə anda məqam. Nəhy qıldı buğdasından yeməyə. Əmrini tutə onun
sındırmaya. Burada acelinden oldu hata ana. Onun için yazmam demem sana. Bu da calibdir. Həzrəti Adəmin buğda yeməsinin behişdən çıxmasının o bayquş deyir ki, niyə məsələn bayquş ət yeyir, niyə buğda yemirsən falan onu deyir. Burada da bir ayrı o bayquş nəğli qurtarır orada Bismillahirrahmanirrahim ve bihi nestaîn ve aleyhi tekelan. Bu da bir ayrı bir şeydi başdır burada. Tamam şud. Aha buna da tarix qoyubdu 1299. Yəni bu bayquş kitabı 1299'da qurtarır. 1299. Bu birisi şeirdəki yazılıbdır. Adı nə mənədir? Bismillah nə mənədir? Hər nə mənədir? Adı bu da tamam şud tarixi sənəyi 1293. Ya mən o cür oxuram. Bəlkə də 1299 elə bu da. O sənə olacaqdı. 2 dəfə yazılıb ehtimalən. Zahirən bu kitab 1299'da elə bir yazılıbdı. Buradan göründüyündən belə gəlsən. Əlbəttə 1302 də burada vardı. Qıssa-i rəfdən besəhrə əzbərayi qusfənd. Tamam, gedək 50-ci səhifəyə. Biz istirdik gedək 50-ci səhifəyə. Məsələn, bir oradan bir şey görək. Əlbəttə tarixlərə də bir baxaq da, yəni bir şey olsa, bir fərqli tarixlər olsa, onları da görək. Bu şeir hər nədir çox uzundur. Bunun adı nə idi? İlaqəl bunun adını bilsək. Qeydirəm dalıya ki, bəlkə bunu qıssa-i digər deyə bunu qoyubdu. Axirimci qıssa buradandır. Bu qıssa-i digərdən qabaq görək bunun adı nə mənədir? Qıssa-i rəfdən be səhra əzbəri qusfənd. Bunun əvvəli hardandır? Haza kitabı Yusuf Züleyxa. Yusuf Züleyxa buradan başlanır. 4. Yusuf Züleyxa. Tamam. Yusuf Züleyxa bu səhifədən başlanır. PDF-in 12-ci olar 28-ci səhifədən başlanır. Gedir və bunun içəridə nağılları rəfdən be səhra əzbəri qusfənd. Əlbəttə baxım görüm ki, bunun şeydir, türkcədir yoxsa farscadır. Gecə duş görmüş idi Yaqub ani. Ortaya salmış idi qurtlər ani. Bu da türkcədir, bəli, türkcədir. Xətti fərqlidir. Əlbəttə o qabaqçı xətti bir cürüdür. Bu ondan çox mən rahat bunu oxuyaram əslində. Çox da gözəl yazılıbdır. Getdi özündən özrəni bilmədi. Sanki ancə heç üzünə gəlmədi. Bunlar edir neylədün? Bunları edir eydər neylədün? Bezar axı haqq yanında sərmişar oldun dəxi. Görək bu kitab da harda qurtarır. Hətta bunun tarixi olacaqdı qutaranda. Yusuf Züleyxa. Bu Yusuf Züleyxanın yazarı kimdir? Heyf oldu. Kəş onu baxaydım, görəydim onun yazanı da kimdir? Çünki bu Yusuf Züleyxanın qıssa-i digər Züleyxa. Çünki bunu yazanın normalda bir böyük şəxsiyyət yazır. Nə mənədir? Qıssa-i şikayət avərdən Züleyxa nə mənə? Bunu məmulən çox adlı şairlər bu Yusuf Züleyxanı yazıblar. Amma bu əcəba onlar yazdığı deyə onlar yazdığı da istəyirəm. Qıssa-i Mehmunkərdən Züleyxa Nanra. Zənanra olacaqdı. Züleyxadır bilənlərin, xatunlərin. Züleyxa dirənlərin, xatunlərin. Cümlə gəlsə töylərəm. Qarinlərin, töylərəm qarinlərin. Vardilər, çağırdılar xatunləri, gəldilər geymiş bəzənmiş zərləri. Gəlib qıldılar Züleyxaya səlam, hər biri bir növ əli bil eyğulam. Hər biri bir növ
Hər biri bir nö'əlilə bil. Hər biri bir növ ilə bil ey qulam. Züleyxai در Yusif canım cani. Orada xalq var bir mənim bağrım qani. Çox gözəl bir şeydir. Yəni bu Yusuf Züleyxanın nağılın gərək qeydən baxam görəm ki, bunu kim yazıb? Çünki bu çox da qəşəng yazılıbdır. Dedim mən haqq yolunu ibrət edibdir dedi. Züleyxa Eydər nə oldu miskin sizə? Yusuf oxu dəgmədi hançinizə ya hansınizə belə bir şeydir. Bir görüşdə cümlə əllər kəstiniz. Bir görüşdə cümlə əllər kəstiniz. Pəs nədəndir xəlqə qeybət etdiniz. Şərmisar olub qamu baş saldılar. İş bu işdə cümləli mat oldular. Onlar Eydər biz ədəbliqdik ey xanım. Onlar Eydər biz ədəbsidik ey xanım. Dağa düşürdük qamı ey sultanım. Haqq bunu ibrət edir peder derdi. Başlatmadım. Yoksa ay dur buna, yaxda aysır buna ademdir dedi. Yoksa ay dur buna ademdir dedi. Getmedi bu boğazlarına hem yemek, eyle heyran oldular, olmaz demek. Züleyxa Eydər idi, eylədi bər mən buna. Züleyxa Eydər idi, eyləd bir mən buna. Yollar arışmışdır, doğru ba zəmiri bərnəmə buna. Hər halda oxumağı olar, yəni çətin deyil, gözəl bir xətt ilə də yazılıbdır və uzun da bir nağıldır. Çox, yəni buradan ki görürəm. Ehtimal verirəm ki, burada kitab yox elə. Hər 4 səhifəni qoyublar bir dana şeyə, biz yekətmişik, belə görürük. Kitab zahirən hələ davamı var. Burada qıssə-i yəni Köfə Şəbçirci Əhval-i Yusuf əleyhissalam. Buradan da Yusuf Həzrətləri və davamı var hələ. Gedirik beləsi. Bunun gərək birazın əvvəldən, birazın da axırdan oxuyaydım, görəydim ki, bunun yazanı kimdir? Güman. Şeir hələ bura gəlir, davam edir, amma Yusuf satan Malik 40 oğlu var. Yusufi satan Malikün Malik 40 oğlu var. Yusufə cümlə qul oldular tamam. Minnət etdilər haqq işi görüncə. Xacıqa qıldım səni Yusuf xacə. Xacıqan qıldım səni Yusuf xacə. Yedügünü səngərməzdi. Sınmazdı canına. Yedügü sınmazdı calipti. Sinirmezdi. Yedügünü sınırmazdı canına. Bəs gəlirdi cümlə Yusuf yanına. Yüzünə anın baxarlardı o dəm. Qudrət ilə cümlə durarlardı həm. Çox calibdir, çox calib nağıldır.
Yusuf Peyğəmbərin hekayəsi çox yerdə oxumuşuq, farsı oxumuşuq. Amma bu mən yəni Yusuf Zəleyxa filan oxumuşuq da, hətta türk şairlərindən farsça oxumuşuq. Amma bu qıssəyi cavab dadan Əzrail əleyhissalam. Əzrail Yəqubə oldum söylədi. Əzrail Yəqubə oldum söylədi. Almadım mən Yusuf'un canın dedi. Əla güclümüzdən eşitdim bir xəbər. Əla güclünüzdən eşitdim bir xəbər. Dinlə indi sən əya xeyrülbəşər. Bu yüzündə padişah dilər ani. Bu yüzündən padişah dilər ani. Müəzzəm şöhrə şah deyərlər ani. Çün eşitdi o sözü Yaqub haman anlayıb fikreylədi ol bir zaman. Tamam, bu da devamı var. Qıssayı xət firistadən Yaqub əleyhissalam. Nədəndir bu orta titriləri farsça yazıblar? Amma dastan özü türkçədir. Xət biraz değişdi, amma gözəl. Anı 40 yıl Bəşir üçün ağladı. Anı 40 yıl Bəşir üçün ağladı. Gözləri kör oldu. Bağrı bin dağlardı. Bağrın dağlardı. On şir takim igid oldu haman. Sandılar ani Yusuf aldı yenə. Çox uzun bir kitabdır. Mən deyirəm bu da tez qurtaracaqdır, amma indi burada axirdə bir şey şeir naqis qalıbdır və yazıb şey. Çün tamam oldu kitabım yaxuda, bu fəqir əlində çoxdur həm günah. Çün tamam oldu kitabım yaxuda, tamam oldu kitabımın intiha. Bu fəqir əlində çoxdur günah. Gərəkdir yazına rəhmət u dua, rəhmət u dua. Cürmi əfv ilə gəl sənlər kərim, olayım məhşər günündə ehtimalən belə. Cürmü əfv ilə gəl sənlər kərim, bunu yazdım yadigar ola. Olmaq qərin ya qıran, məqran belə bir şey. Olayım məhşər günündə rusiyah, olmayan məhşər günündə rusiyah. Oxuyanlar büyük qılmaq üçün, dua qılmaq üçün. Burada bir uzun bir şey də yazıbdır, amma tarix qoyub, bəli. Mən görüm bunu oxuya bilərəm. Əgər bunu oxuya bilsəm bu çox cəlib. Burada bir yekəldən də oxunmur. Baxmırın və qəfərəllahu zunubəhuma nəmənəd bu? Bentü nəmənə yox. Əl-əcəlül iqtizail mərhəmə əl-qıssətu əl-ləzizə min şüz. Qəd el-fərhadihi əs-səbilə əl-illiyə tarix fi sənəyi qəd esrarihi Muhammed. O qəd fərəqə elə orada ehtimalən bu tərəfdən yazıbdır. Görürük bəlkə burada yazıb. Qəd fərəqə hazihil qissətə əş-şərifətə fi bu tərəfdən yazılıb bu tərəfə. Mən tərs oxurmuşam. Qəd fərəqə hazihil qissətə əş-şərifətə fi şəhri əl-nəmənə əl-mübarək Rəbiul əvaxir Rəbiul axar 1303 fi dəffil işai
indel alimil adil kamilil müsemma be kim yazıb buna? Be Haşim Bəni Mustafa Hacı Muhammed Femsedi el-Əxudi. Ha, buradan bəllidir. Buradan belə bir şey yazıbdır. Yusuf Züleyxanın yazarı tarix qoyubdur 1303 də yazar indel alimil adil el-kamil el-müsemma bi Haşim Bəni Mustafa. Müsemma olubdur. Müsemma bi Haşim Bəni Mustafa Bəni Mustafa el-Hac. Buna məşhur با ماده Hac nə mənadır? El-Hac Məhəmməd Fatmasti el-Əxudi. F oxunur Fastamsadi el-Əxudi. Qəddəsə əsrarəhu. Qəddesallahu əsrarəhu el-illiyyə tarix və səniyi Selsiye nə mənə? 1300. Orada da bir dənə tarix yazıb ki, yəni 1300-də bu şey olubdu. O 1300-də bir şey oldu, amma 1300-də nə olubdu? Tarix el-illiyyə tarix fi səniyə İslamiyyə 1300. Səni o 1300-dən bunu qabaqdan oxumuşuq, amma bilmirəm niyə. Bunun fərqini bilməmişəm. Bir neçə il fərqləri var. 2 il, 3 il fərqləri var, amma ona da nə tarixidir onu bilmirəm. Pəs bir də bundan qeyd oxumalıyım ki, bu tarixi nə idi? Rəbiul Axir 1303. Fil vaxtil işa indəl alimil adilil kamilil el-müsemma bi Haşim Bəni el-Mustafa el-Hac Muhammed Fastamsidi el-Əxudi. Qədd نمن نفس الله اسراره الالین tarihi fi sene İslamiye 1300. Buradan bu cəsi daha çətindir oxumağı. Qədd vəqəfət məzətəl qıssətə müddətə ehtimalən. Qədd fəqədət müddətəl qıssətəl ləzizətə liəhlil İxtital mərhəməti Fütuhul Bintə Abdülrahman. Gene bir adı var bunda. Yəhtavi Bintə Abdülrahman Əfəndi Əl-Qəmuri Qəfərəllahu zunubəhuma. Oho, 3-4 nəfəri qatdı burada. Nəqil hər halda burada qutardı. Bu oxumalıdır. Bu Yusuf Züleyxanı həm oxumalıdır, həm də yazmalıdır. Çünki bu türkcə birinci dəfə türkcə görürəm ki, yazılıbdır. Ondan sonra bir ayrı kitab başlanır. Tamam. Bu da calibdir. Görək şey. Bismillahirrahmanirrahim. Hikayət-i Veys-i Qur'ani. Bu da bir hikayəti. 5-incisini də yazaq burada. Dastan. Bu kitab çox calibdir. Veys-i 5. Dastanı. Veys-i Əl-Qur'ani.
Əl-Qur'anidir ya Əl-Qur'ani bilmirəm, amma bu nə deməkdir? Ey gönül bilbil, ey gönül bülbül kimi eylə fəğan, çünki güldən ayrı düşdüm bir zaman. Ey gönül bülbül kimi eylə fəğan, çünki güldən ayrı düşdüm bir zaman. Çərxi qəddar gör nə bana neylədi? Çərxi qəddar gör ki bana neylədi? Gönlümün evin yıktı, viran etdi. Dad əlindən kimə fəryad edəyim? Çün əzəldən bu ev bu var imiş, ah neydəyim? Rivayet şöylədir, Veysül Qarani, Veysül Qarani adıdır, Kur'an değil. Veysül Qarani ol Allah'ın Habibin yaravani. Ne demektir? Rivayet şöylədir, Veysül Qarani o Allah'ın Habibinin yaradani. Ol mübarek hem iklimi Yemen'de. Ol mübarek hem iklimi Yemen. Bir tane Veysel bu adda hatta buna bir şey düzəldiblər. Kartondu, filmidir, düzəldiblər. Bu 2 dəfə, 3 dəfə ayaqyalın gəlir Həzrəti Məhəmmədi görməyə, kasıb balasıdır. Görə bilmir heç birisində. Sonra bir hala yadıma gəlmir. Vəli bunun onun ağlını çəkiblər. Nənəsinin də gözləri görmür. Nənəsinin də gözləri görmür, kördür. Bundan sonra da heç kəsi yoxdur onun əlindən tutsun. Bu nənəsini ötürüb gəlib Həzrəti Məhəmmədə yetişənmir. Nənəsinə deyir, gedim tez gəlirəm. Gəlir, gözlür də, görür də, məsələn, nənəsi ac olmaq vaxtidir, ya məsələn, eşiyə getmək, su başına getmək vaxtidir, aparmaq lazımdır. Məsələn, bilmirəm, nağıl elə düzəldiblər. Bir də qeydir, Həzrəti Məhəmmədi gözləmir ki, gələ. Bu cür 2-3 dəfə belə bir şey olur, calibdir, onun nağılıdır. Rivayet şöylədir, Veysül Qarani ol Allah'ın Habibinin yaradani. Ol mübarek hem iklimi Yemen'de bir köyü var idi ahəng gərəndə ya məhəng gərəndə. Humayun mənzili ali məkandır. Şərəfdə qüdrətiyle o candır. Məhəmməd Həzrəti Hakkın Həbibi toğubən Məkkədə qoyduğu kimi. Qərəndə toğdu bir xurşid taban. Qərən bunun kəndinin adıdır. Qərəni də oradan gəlir da. Qərani yazıb amma qərənidir. Məhəmməd Həzrəti Hakkın Həbibi toğubən Məkkədə qopduğu kimi Qərəndə toğdu bir xurşid taban. Mələk surətli fəxri ali insan. Güruhi awliya içində məruf. Sərasər hüsn əxlaq ilə mövsuf. Həbibi Muhammed Mustafa'dan haqq. Üveysi görməmiş sultan mütləq. Üveysi görməmiş sultan mütləq demiş təzkir içində Şeyx Əttar. Muhammedlə Üveysin halini eyyar. Şeyx Əttar deyir ki, bu nağılında buna görə bir şey deyibdir. Angardi Mustafani arzulərdi. Ankardi Mustafani arzulərdi, vəli anasının gönlünün gözləriydi. Vəli anasının gönlünün gözləriydi. Anasının göylünün gözləriydi. Yəni anasının gözləri yox idi, bu anasının göylünün gözləriydi bunun gözləri. Olub bir kərrə qalib iştiyaqi, Rəsulun ana kar etdi fəraqi, anasından anı icazə
Anasından ani alıp icazet dedi vararım ol Şami hicaze. Kerem kıl ey ana destur bana ver, gözüm olsun cemaliyle pürnür. Necə necə bir çəkəyim fürqət əzabın, görəyim ol aləm padişahın. Anası dedi kim ey qürrətül eyn, mənim sənsən əbdən həm gönlümü zeyn. Mənim sənsən edən həm gönlümü zeyn. Əgər kim varəsən toğri qatinə, görüp didarini canın suyuna. Tamam, devamı var bunun. Bu da nağıldır, uzun nağıldır. Baxaq görək ki, bunu kim yazıbdı və hangi tarixdə yazıbdı. Heyf, onun mən kaş əvvəldə baxaydım. Yenə qeydib baxaram Yusuf Zileyxanın yazanın. Əlbəttə ehtimalən yazanı ilə o olacaq da, adını da yazdı fikirdə. Bəli, deyək ki, beləsi. Yazanı o olacaqdı. Bu da Əttarı mənbə tutaraq Üveys-i Qərəninin nağılını yazıbdı. Amma görək ki, bu burada qutarır. Tarixi, görək kitabın bu axirində nə yazır buna? Qəd vəqəə liəcəli nəmənə həva məğfirət qilə sahib nəmənə yəhu ləziyəllahu ən. Bunu yazdım yadigar olmaq üçün. Oxuyanlar bir dua qılmaq üçün. Osiyani dinləyən yazını rəhmətlə yarlığa kül yağını. Tamam oldu kitabın intihası. Gərəkdir yazənə rəhmət duası. Tarixi vaxt təhrir etdim bəyan. Tarixi vaxt təhrir edim bəyan. Ki ariflər bilir, görsə əyan. Qəd vəqəfət liəcəli əxtəl mərhumə huvəl vəliyyə əleyha fi sənətil İslamiyyətə 1300. Calibdir. Burada 2 dənə tarix yazıbdır. Burada tarixi yazıbdır. Yazıb ki, tamam oldu kitabın intihası. Gərəkdir yazana rəhmət duası. Ehtimalən rəhmət bunun şeyi olacaqdı. Biraz qalın rənginə yazıbdı. Tox və qalın yazdığı üçün deyirəm bu rəhmət bunun əbcəd tarix olacaqdı. Amma tarixi vaxt təhrir edim bəyan ki ariflər bilir güyə əyan. Ya görsə əyan. Ariflər bilir, görsə əyan. Əyan kəlməsi də onun tarixi ola bilər. Bu 2 dana. Amma aşağıda qəd vəqəfə liəcəlil əxtər əl-mərhumə huvəl mərhumə kim imiş? Ölən bir xanım imiş. Əxtər. Qəd vəqəfət liəcəli. Aha, durubdur nağılı ehtimalən. Qəd vəqəfət liəcəli əxtər əl-mərhumə huvəl vəliyyi əleyhə fi sənə-i İslamiyyə 1300. 11099'da da yazıbdı. Yəni bu calibdir. Bunu mən tarixi o biçi deyirdim biraz fərqlidir. Onunla bunun fərqlidir. 11099 bu İslamisi də 1300. Bu tarixdə bu nağıl qutarıbdır. Bir ayrı nağıl başlayıbdır. Bu da Haza qissəti Veys-i Qərəni. Yenə də davamı vardı. Məhəbbətdir mühibbidir Muhammed Mustafa'yı. Haza qissətül Veys-i Qərani mühibbidir Muhammed Mustafa'yı. Bismillahirrahmanirrahim və bihi nəsli və aleyhi təkəlan Rabbil la təəssir nəmənə beləsi davam edir. Yox, bu da nağıl elə bir tazaşdan başlayıbdı. Nə oldu? İştibah çəkdim. Buradan. Küntü gezenin sırtını faş eyləyən irfanəm mən. Küntü gezenin
sırrını faş eyləyən irfanəm ben. Bad eşq ilə tələvvüz eyləyən ummanəm ben. Levh-i mahfuzda yazıldı inni ana'l haqq ayetin. Levh-i mahfuzda yazıldı inni ana'l haqq ayetin. Vəts insanidə görünən surəti rəhmanəm ben. Rəhman benəm. Zat-ı paki mütləqəm etdi səfat ilə zuhur. Tən mənəm, həmcan mənəm, canilan canan benəm. Cümlə bu çox şey Allah rəhmət eləsin. Çox bizim Azərbaycan şairimiz şeyə bənzir. Şeirinin ahəngi. Cümlə əsrar-ı həqa, cümlə əsrar-ı həqaiqdir səbahanda faş olan. Cümlə əsrar-ı həqaiqdir səbahində faş olan. Həm təcəllayı səfatımdır rəşyan şimun benəm. Hem tecellâ-i sıfatımdır şiyan şiven benəm. Hep kemalat-i sıfati zatım olmuştur sehyan ya da vacib bizzat benəm. Her alemi imkan benəm. Gün gibi kıldım tecella zerre zerre aleme. Her zar izde, her zer izde sərasər xurşid taban benəm. İndi mənə köməklik eləsəz çox yaxşı olar. Deyirsən mənə? Mən bu cəhana sığmazam. Qoy Google eləyim, olmadı. Mən bu cəhana sığmazam. Bu şeiri yazan kimdir? Bunu gətirə bilirsən. Çünki bu fəqət burası yadıma gəldi. Qalanı nədə? İmaduddin Nəsiminin şeiri, bəli. İmaduddin Nəsiminin şeiri. İmaduddin Nəsimidən bu şeiri mənim üçün yaz. Hangi mənim üçün yaz nə idi? Görək o şeiri tapacaq. Mən bu cəhana sığmazam. Mən bu cəhana sığmazam, cəhan məndədir. Zərrə də dəryam, asman məndədir. Ateş yarandım, nurdan yarandım. Bu ayrı bir şeirdir. Başa düşdüm. Fəqət یک nöqtəyi mühüm را روشن کنم. این شعر از طرف من سروده می شود و به سبک و لحن عرفانی Seyid Maddidir. Sənə demədik ki, onu özündən qoşdinən. Dedik ki, onun şeirini gətir. Nəsimi Həzrətlərinin şeirin mənə yaz. Şeirdə bu sözlər işlənmişdir. Hangisi? Mən bu cəhana sığmazam. Aha. Cövhər laməkan. Mən bu cəhana sığmazam. Cövhər laməkan mənəm. Çun məkana sığmazam. Ərşi rəhman mənəm. Nə məndə cana cay var, nə can məndədir. Hər nə ki var, olan, həm olan mənəm. Yox, bu o deyil, yenə də o deyil. Hər halda bu istəmir o şeiri gətirə.
Yəni istir özündən şeir yaza. Oxumur, yəni yetirmir o şey fərqli yazır yəni. Nəsimi çox fərqli yazır və bu da onun ahəngində yazır. Gün kimi qıldım təcəllə zərrə zərrə aləmə hər zər izdə sərasər xورشید تابان mənəm. هر زرده هر زرازرده سراسر خورشید تابان بنم. اسم قیوم ile قایم در زمین و آسمان. اسم قیوم ile قایم در زمین و آسمان. Yerdə qaim, gökdə daim dur olan dövran bənəm. Yerdə qaim, gökdə daim dur olan dövran mənəm. Ey ilə gün, ay ilə gün ruzi, leyli doymayıb dur etdigi. Ay ilə gün ruzi, leyli doymayıb dur etdigi. Nə fələklərdə mələklər etdigi seyran bənəm. Cilvegahimdir. Ehtimal verirəm ki, bu şeir elə Nəsimidəndir. Yəni mənə o şeyi verir. Və bunu da baxam görüm ki, axirində əcəba davamı vardı bunun. Görüm ki, məsələn, əsgəri zatım gülüstanında bülbüldür mənim. Əsgəri zatım gülüstanında bülbüldür mənim. Gülşəni qeybi əmalə ol gülü reyhan bənəm. Bənəm urcan olan canan qəmu canla can içrə. Günəş gibi tulu etdim zəmin و آسمان içrə. Təyin yəni mənim nəzərimə bu Nəsimidir, Nəsiminin düşüncəsidir. Yəni bir beytləri ilə baxanda görürəm ki, Nəsiminin düşüncəsidir. Əl yazı değişdi biraz. Bu əl yazı ki burada görürdük, bu səhifədən başlayır değişdirməyə və gedir bu tərəfdə kamil değişir. Yəni həm xəttin yoğunluğu, həm xəttin özü biraz değişdi. Amma bunda şeirlərinə baxıram, çox cəlib. Bunlar bunda nə demişlər bunun adına? Mənzumə-dir. Mənzumə ola bilər. Mənzumə ola bilər çünki nəqildir də mənzur. ذوق وجدان عرفان حالات عشقی لذیذ اصل شوق اسگری یا جمله لذات بیزده‌دür شحنه سبع المثالی cürmükâh-ı mestur imiş. Oğuyan vercümendə ani ta əbəd məstur imiş. Bunları biraz xəttə adət eləmək lazımdır. Birdən hop bulur adam. Bunları oxumaq çox zor olur, amma nağılın davamı vardı. Feylən bunlarla gedirik. Görək ki, canının cananı sənsən ya Ali əl-Mürtəza. Gönlümün sultanı sənsən ya Aliyyül Mürtəza. Varlığım, ömrüm, həyatım, söhbətim sən bigeman. Cəddimin həmcanı sənsən ya Aliyyül Mürtəza. 18.000 aləmin seyran eyləyən ruh-i ruhanidə sənsən ya Aliyyül Mürtəza. Ehtimal verirəm ki, bu bir yerdə şeir qutarıbdır. Mən elə biləsiz davam edirəm, amma gərək qutarmaya, yəni
bir yerdə elə ona kim ki alə mürşidinin dəsti təmənnasını nəfxi Məryəm ki bir nuş edib əfqa əfqa enasını ənqasını olacaq deyə də ənqasını nəfəsi olub hamileyi həftə və əyyam ilə qəlbi doldu غروب بوله مسیحاسını. Tamam. Mən mütəəssifanə şeirzat yadımda qalmır. Uşaqlıqdan bilmirəm niyə bu cürəm. Şeir yadımda qalmaz. Mənası yadımda qalar. Haram olsun bana şu can kimi ani, bu bəndə səndən ol sultan değilmiş. Məhəbbət rahinə getsin ərənlər, başın tut canini qaltan değilmiş. Soyan varlıq libasın cismi təndən, tün on yarım ben üryan değilmiş. Gönül çare xəndaninə düşdü. Göngül çare xəndaninə düşdü. Züleyxa Yusuf zindanına zindan değilmiş. Züleyxa Yusuf'a zindan değilmiş. Kitabı biraz yarıdan biraz geçmişik. Ama burada kurtarmak gerek olsun. Ama o birisileri tabi bir şey görmüyorum. Hala ki kifaye ya Rab sen benzer ki beni nəminə oxumağı bel gəlmədi. Buradan bu yüzden de şiir olsa da mən deyirdim lüğətdə amma lüğət değilmiş. Şiirdir. Amma mənasını da yazıbdır. Müəllim kist eşq و گنج خاموشی دبستانش سبق نادانی و dana دلم tüfli خانش ki bunun Türkçəsini farsçasını yazıbdı. Altında da Türkçəsini yazıbdı. Burada bu şiir kurtarır. O hardadır o şey. Ama buradan sonra bir ayrı bir şey başlanıb ama çox qatışıq yazdığı üçün mən bunları oxuya bilmədim. Yəni şey vermədim. Yəni farsı olduğu üçün fikir vermədim. Ki lafz məni pak است و رنگین و در مرجان. Tamam. Bunlar fars olduğu üçün bir dana şiir, bu da fars olduğu üçün bundan geçdik. Burada əlbəttə kurtarır sonunda Xatimi an Rəhim. Cami kəsr xatmi cami ki xatmi nə bər rəhmət است به هر چه شد خاتمی آن رحیم. تمت رسالی مولانا ملا حاجی علمه الله و علی کاتبه حاجی ملا حاجی رحمه الله و علی کاتبه ربی زدنی علما نافعا به حرمت سید الثقلین آمین. Burada da onu yazıb ama adını yazmayıbdı ki adı nədir? Molla Hacı. Sonra bir ayrısı başlayır. Kitap, şiir. Görək bu da farsıdır yoxsa türkçüdür? چو پیوند با دوست میخواهی ای دل ز چیزی که جزوست پیوند بگسل. Tamam, bu da şiirin üstündə altı. Əlbəttə bunun birazdan sonrasında türküsündə yazmayıbdı. Orada burada bəzi yerini yazıbdı, qalanını yazmıydı. Yəni o qabaqçı şiirdə hamısını
Tərcümə edirdi kəlmə-kəlmə. Burada da tərcümə də çevirməyibdi. Sonra gəlir bir ayrı şeir, o şeir qurtarır, bir ayrısı başlanır. Məşəl xurşid kez nurş cahan ra raz yur nəmə yurd cənd baş ki. Yox, bu da farsıdır. Amma bunun da yenə də tərcüməsini orada burada yazıbdı. Bu da axirdə qutarıbdı və 1301-də qutarıbdı. Ondan sonra bir ayrı şeir başlanır. Sefid şد چو درخت شکوفه وار سرم و زین درخت همین میوه غمت برم. Bu da fars olduğu için bundan da geçirik. Bu da Ruz Cümə nəməniymiş ki, tarixini ona qoyubdu. Səqəlin yenə də 1301'dir. Bu da 1301'dir. Yəni ondan sonra bir ayrı şeir başlanıbdı. اگر ملک سلیمان را تو در زیر نگین داری ندانی hiç ey gafil ki مرگ اندر کمین داری. Bu da buradan başların ikinci, ondan sonra yine bir ayrısı başlar. Bu da farsıdır. Bismillahirrahmanirrahim. Gergemende zulf ma tara felekter zulf zid darem dam belara. Yine de bura farsıdır. Bu nədir? Həzrət ilə Əli Ləbət. حسرتی لعل لبت جان مرا سوخت چنان که به جز باده صافش نکند کس اصلاح. Bu da yine farsıca olduğu için bunlardan da geçək. Bu fars bölümün çox şuluq yazıblar, heç oxumağına gəlmir. Bu da bir yerdə qutarıb, burada bir mətn yazıbdı. Bismillahirrahmanirrahim demişdim, bunu oxuyacağım, görüm nə nədir. Amma بعد حمد الله على أفعاله والصلاة والسلام على أشرف خلائقه وآله الطيبين الطاهرين فيقول الأفقر العباد إلى رحمة الله الغني المحمد المستشير ببهاء الدين محمد العاملی. Adı budur. Muhammedmiş adı. El-Müsteşir özde məşhurmuş be Bahauddin Muhammed Amili. وفقه الله لعمل في يوم لعنده قبل أن يخرج الأمر من يده هذا فنبذة من السوانه وجملة من الموانه قد سخى كسرها في طريق حج بيت الله الحرام وزيارة سيد الأنام عليه وآله. Tamam, bu da ziyarete gedəndə belə bir şeyler yazıbdı. أيها الله عن عبد القديم أيها الساهي عن النهج القديم استمع ماذا يقول العندلیب حيث يروى من أحاديث الحبيب مرحبا ای بلبلی دستان حی کامده از جانب بستان حی یا برید الحی اخرنی بما قال فی حقا اهل الحما. Tamam, bu da elə bir ərəbcədir. Bunu da buradan geçək. آنچه از ما بی سبب افشانده است. بura farsıdır. سینه خالی ز مهر گلخان فصلی فی قطع العلایق والعزلة عن الخلایق. Bu da beləsi bir şeydir. İzzət əndər üzlət آمد ای فلان تو چه جویی اختلافا این و آن. فصل دوم المشرحین. Bu da yine Ərəbcə, farscadır. Tamam, bu kitap biraz burası gəldik. Burada nələr vardı? Bir tarix. Bu farsı bölümlərlə işim yoxdur. İş gedək. Həftəyi Müznəbəyi Şərif. Nə? Haza kitabı Müznəbəyi Şərif. Bunun da adı Müznəbəyi Şərifdir. Görüm nədir? Rəva oldu bizim təkbi nəvaya. Rəva oldu bizim təkbi nəvaya. Salat eyləsəm binəhaya.
edün peyğəmbərin ruhinə irsal əla əshabihi ouladihil al. Buradan bu yüzden yine türkü başlandı. Qələm də fərq elədi, rəngi də fərq elədi. Qələmin boyanın da rəngi yine fərq elədi. Yaqub kimdir? Əl-haləti minkə Yaqub İmamlı belə bir adı vardı. Məknət və devam Şəmş Haşim Mulla mesela min cani Lohan. Hər halda bu da çox uzun devam eden bir şiirdir. O Farsı bölümüne gelen kimi yine yoruldum. Əvvəldə o nağıl ki ölmək şeydi falan, düzdür o da irfani bir şeydi ama mənə yapışmadığı için ondan o biraz yormuştu. Sonra o türkü bölümlərinin şeylərə keçdik, irfani mətnə fulana. Onlar halımı yine qeytərdi yerinə, amma bu Farsı bölümü yine məni yordu düzünü axtarsaz. Mən indi onlar bir ilə yaxındır ki internetdə bir Farsı mətləb gəlsə oxusam oxuram, ondan sonra Farsı mətləb daha oxumuram. Yəni çalışıram əslində Farsı oxumaya. Əsla və əbəda. Hətta beləsi deyim, indi bəzən ingilis oxumaq da istəmirəm. Çünki o da düşmənin, əsli düşmənin dilidir da. Yəni bu günlər insanlığın düşməninin dili ingiliscədir. Ona görə onu da oxumaq istəmirəm. Əlbəttə adam bəzən məcbur olur xəbərə ya bir təfsirə baxanda onunla baxıram. Çünki ərəbcədə o qədər güclü deyiləm ki, məsələn deyəm kamil hər şeyi başa düşürəm. Düzdür, başa düşürəm əslində, amma o qədər deyil də, yəni. Burada da yenə keçmişik bir yerə ki, lüğət deyiləbi. Lüğətnamələrdir, onları götürdük deyək, məsələn göyərçin, kəbutər gögərçin, murğ ali, indi burada hər şey, murğ quş. Muğ quş cəlibdir, heç bilmirdim, muğ quşdur. Mən deyim, morğ quşdur, amma bu muğ yazıbdır. Kəlaq ələ qərqə, kəlaq alə qərqə, zağ qərə qərqə, quncişk serçə, yaz qarçıqalı, qarçıqalı, nə demək? Baz, qarçıqalı, çağalı, çərx laçın, şahin, ötülkü, dəndan diş, ləb dodaq. Cəlibdir, bunu mən hardan girmiş lüğəti, heç onu diqqət eləməmişəm. Heç olmasa bir adam bir yerdən bunu diqqət eləsəydim. Aha, buradan gəlir, bəli. Bismillahirrahmanirrahim. Buradakı bu qutarıbdır. Bir dənə bir şey yazıb. Bu da 929'da yazılmışmış. Bu şey ki burada yazılıbdır. Bu da bir şeirdir, Türkçədir. Dedik. Bu Türkçə ki yazılmışmış. O da 929 görürəm. O zaman yazılmışmış. Bir də burada ondan sonra da keçir lüğət bölümünə. Bismillahirrahmanirrahim. Xuda Tənri, İzzət mim, nəminə dadgər mim. Altında yəni bunlar mimdə danışılacaqdır. Dad, fərman, kirdigar. Bunlar hamısı mimdir. Kamkar, burdubar, bəxşayəndə, bəxşilə. Bunlar hamısı mimdir. Yəni bilmirəm nədir. Bunları bilmədiyim üçün də keçək sürətlə. Kitabın sonu imiş. Bu kitabın sonu imiş və kitab burada qutarıbdır, amma lüğətləri təmmət lüğətil farsiyyə biyədil əbd zəif əzzəlil nə mənədir adı? Biyədil əbd zəif zəlil hahur Qəmur indəl ali nə mənə? Aha. Əhli Muhammed Əfəndi.
El-Kamil indel-Kamil Məhəmməd Əfəndi ilə xudi təlhic. Yine mənə tarix. Burada tarix çox fərqli görsənir. Bunun altında, lüğətnamənin altında 1297, 1293, 1212. Bu illərdə bir şeylər yazılıb, amma bu 1297 bu adamın yazdığı tarixdir. Çünki xəttdir, bunun tarixidir. Üstdəkilər fərqli tarixdir, fərqli yazıdır. Onlar da yazıblar. Bu birisi səhifədə bir şey yoxdur ki, əl aparıblar, oradan buradan bir şeylər yazıblar, dərdi dəyməz. Sonra da kitabın biraz zırıq, oradan buradan səhifələr vardı ki, yenə o kitabın əslinə bağlıdır, lüğət-i fulana bağlıdır ki, onların da səhifələrini bilməyiblər, qoyublar axirinə. Bu da burada belə bir şey. Və kitab qutardı. Tamam. Bu günləri bir dənə kitabla tanış olduq. Biraz farsçası var idi, biraz da amma çox gözəl kitab idi əslində. Və bir dənə yaxçı lüğətnaməsi vardı. Düzdür, biraz mən iş lüğətnaməsindən çox oxumadım, görəm ki, nələr var, nələr yoxdur, amma yəni məsələn, çeşm, göz, bini, burun, dəhan, ağız, ruy, yüz, quş, qulaq, muy, tük, şan, dalu. Şan, dalu. Şan nə deməkdir farsı? Dalu. Cigər, bağır. Dil, yürək. Zöhrə, üvə. Nafə, göbək. Şikəm, qarın. Calibdir, bu təxəssüsü halətdə elə bir keçibdir. Məsələn, burada famillərə görədir, yəni adlara. Bəradər, ya bəradər, qərdəş, ya qardaş. Xahər, bacı. Əmmə, mama. Əmi. Xalə, dayı. Pesər, əmmə, mama, oğlu. Bu Qəradağlıdır adam. Bu yazan Qəradağın kim yazıbdır? Bunlar şeydə beləsi yoxdur. Əlbəttə Azərbaycan, Quzey Azərbaycan ya o bir suyunu tayındakı Azərbaycanda elə bunlarda da bu türlüdür. Bəradərlü, qardaş oğlu. Nə mənə? Bəradərzadə. İndi burada xətti gəri oxuyaq da. Bəradərzadə, qardaş oğlu. Xahərzadə, bacı oğlu. Doxtər, qız. Pesər, oğlan. İndi buradan sonra keçir qusfənd, qoyun. Bərrə, quzu. Boz, keçi. Bozğalə, oğlaq. Şir, hudə. Süd, şir, süd. Pust, dəri. Çərm, gön. Piyaz, soğan. Sir, sarımsaq. Qurusnə, ac. Sir, tox. Besyar, çox. Beriz, tök. Məriz, tökmə. Bostan, besitan, al. Məsitan, almə. Boro, get. Məro, getmə. Bebər, apar. Məbər, aparmə. Biyar, gətir. Məyar, gətirmə. Həst, var. Nist, ya mist, yox. Bəradəm, mən آمد. Mənim qardaşım, برادری من آمد. Benim qardaşım geldi. Kocast, xəndə. Kocast, xəndədir. Xəndədir? Kocast? Bu nədir yazıb ki? Xəndədir. Nəyamədi, gəlmədi. Çərə rəft, nəçün gəlmədi. Çərə rəft, mənə eləyibdi, nəçün gəlmədi. Çərə nəyamədi yazacaqmış, yazı burada mim, ya da onun tayı. Bir ayrı lüğətə də baxacaq, bir şey yəni ya əlfazül əmr. Əmrdə nədir olar? Bexər, al. Befruş, sat.
Bekun eylə, beconban, yapışdır. Beçəsban olacaq ehtimalən, beləsi beconban. Beçəsban yapışdır. Bedar, saxla. Calibdir. Farsıda bunlar yoxdur da indi. Yəni bəllidir ki, Farsı keçən yüzildə bu farsılaşıbdır. Yoxsa budur. Biyar, gətir. Bebər, apar. Bemək, am. Bemək olacaqdır. Mən bunu bemək oxuram farsçasını. Amma am nə deməkdir? Böquşay aç. Bekəş çək. Bəxş dad. Beçəşdi. O da olacaq nəçeş ya beçeş. Dad. Çeş olacaqdır. Tamam. Bəzi yerlərindən mənim bəlkə biz indi düşündüyümüz farsı deyil. Yəni hər halda 400 il bundan qabağın farsısını yazıbdı bu. 400 il bundan qabaq farsını belə yazırmışlar, belə danışırmışlar. İndi isə biz ayrı bir farsı ilə qarşıyıq. İndi bunu qoyun siz buna ki, əgər Hafiz, əgər Sədi, əgər o birisilər ki, farsı yazıblar, Firdovsidir, kimdir, bunlar yazıblar. Əgər onları qoysaq, bununla gərək qoyaq, deyək gərək bu dildə yazarlar. Lüğət budur. Amma bu dildə deyilsə, yəni taza yazılıblar. Mehriban, kamkar, bəxşayəndə. İndi bunları görək məsələn burada. Hurfqarad aylar. Hurqaradə ya fəradə aylar. Aftab gün. Xun gün genə. Xorşid ya mehr onlar yazmır. Sitarə yıldız. Əxtiran yıldızlar. Zəmin yer. Əsb at. Əslər qatır. Şütür dəvə. Burada bir tane məşq yazıb, nəyinkidir bilməm. Xər eşək ya eşək. Qav öküz. Madə qav inək. Kəl boğa. Kəl. Bunlar farsda küslə buzu. Qusalə. Qusələ buzu. Təbər baltə. Bənstə gürgü. Nə mənədir? Bunlar gəndum buğdar. Bunların bir çoxunu mən bilmirəm. Hər halda fikrim 3 saatı buldu. 2 saat yarımı bulduq. Mən lüğətlə o qədər aram yoxdur. Ona görə də türkçədə bir zəifəm, çox zəifəm. Hər halda Allaha şükür olsun bu günləri bir kitabla tanış olduq. Neçə səhifə? 340 səhifə ən azından belə bir səhifəlik gördük. Qeysaq, əgər bir baxsaq, bu 85 səhifə desaq, 85-i 4 yerə vursaq, 4-ə çarpsaq, 340 səhifəlik bir kitabla qarşı-qarşıyıq. Bu 300 səhifənin yarısından biraz çoxu türk dilindədir, axiri də lüğət dili. Əlbəttə çoxu, çünki axirdə də bir dumarə, bir ayrı rənglə türkü bir nağıl yazmışdı, uzun, mənzumə. Əvvəldə də çox idi. Ortada bir-iki dana uzun şeirlər farsca idi və onların türkçəsini yazmışdı. Bəzisini ki yazmışdı, bəzisini yazmamışdı. Hər halda bizim dədələrimiz yazdıqları şeydir. Yəni farsı dili ilə düşmən deyilmişlər, biz də düşmən deyilik. Biz bugünkü fars dilinin türk dilinə qarşı durmağı ilə qarşı-qarşıyayıq və farsların türklərlə qarşı-qarşıya durmağı ilə. Yoxsa dil o ayırsın, özünə bir dil olsun bir ayrı yerdə, özü istəyən getsin oxusun, istəməyən də oxumasın. Bizim ondan bir müşkülümüz olmaz qətən. Bizim dilimiz aradan getməsin, bizim dilimiz mədrəsədə, danışqahda, iş yerində, hər yerdə rəsmi dil olaraq işləsin, dövlətimizin dili olsun, dövlətimizin dili olsun, milli dilimiz olsun, tarixi dilimiz olsun. Fars dili də hər kəs istər gedər, ya Farsistanda oxuyar, ya da Əfqanistanda oxuyar, ya da Tacikistanda oxuyar. Yəni, mən ondan müşkülüm yoxdur.
Amma bizim torpaqlarımızda bəlkə də mədrəsəsini bir zaman açarıq. Yəni fars dili də bir qonşu dili olsa bir zaman, Tacikistan qonşumuz olsa, təbii ki, Əfqanistanda da bir tədad Əfqanistan türk torpağıdır, amma azından çoxundan orada da fars dilində danışırlar da. Bir fars deməyək, orada da dəri dilində danışırlar. Hər halda Allaha şükür eləyək. Gözəl bir kitab idi. Mən şükür edirəm tariximizdən bunu da öyrənmək. Çünki tarix fəqət savaş falan deyil ki, tarix elə bu düşüncələrin tarixi çox mühümdür. Sağ qalın. Allahdan istəyirəm ömür versə, inşallah bizə qismət eləsin ki, bir türk kitablarla, əl yazılarla tanış olaq və